İcazelerden icazə verin, açıq olacaq. Ay sağ olun. Bəli, bəli. Orada icazə verməsi nəyəsə kameranıza görə. Bir dənə indi danışır. Kameranıza icazə verməmişsə ona görə görüntünü aça bilmirsiniz. Deməli, dərsin kaydını başlatdım. İndi YouTube'da da canlımızı açaq. Ondan sonra başlayaq. Ha, 90. Deməli, YouTube'da canlımızı açaq. Ondan sonra başlayaq sizinlə. Görək necədir vəziyyətimiz. Bəli. Salam, Salam, salam Səmayə müəllimə. Necəsiz? salam. Sağ olun, necəsiz? Sağ olun. Necədir vəziyyətiniz? Öyrənə bilmisinizmi? Bitirə bilmisinizmi? Dinləyici kimi. Aha, olsun, eybi yox. Dinləyici kimi olsun, problem yoxdur. Oldu, sağ olun. Siz də sağ olun. Deməli, YouTube'da. Keçək bir dənə YouTube'a, bir dəqiqəyə, ondan sonra başlayırıq, görək material qrupumuzda necədir vəziyyət. İndi öz qruplarımız orada səbirsizliklə linki gözləyir. Bəli, 5-ci gün biz mikslər də qoşa bilərsiniz. O Sizdə dedikləri də əlavə. kim varsa mikslər, onlar da qoşdum. Əlbəttə ki, siz yad planetdən gəlməmsiniz ki. Material qrupu olanda nə olar, yad planetdən gəlməmsiniz ki. Onda sizə şəxsiyə yazaq onu. Hə, Sadəcə mən indi elan paylaşacağam, həmin vaxt yazın şəxsiyə, yaxşı? Çünki indidən mesajlar qarışacaq bir-birinə. Görün YouTube'da canlımız açıldı müəllimlər. açıldı müəllimə gəldi Hə? bildiriş. Ən sonda özümə gəlir də bildiriş, halal olsun bu. Ən sonda bildirişi mənə göndərir. Demək, qoy bir dəqiqə baxım buradan, sonra çıxım. O biri telefondan bir dəqiqə baxım. Hələ mənə bildiriş göndərmir. Ən sonda mənim özümə göndərir. Hı -hı. Demək, belə. Deyəsən açıldı, hə? Aha, mən buradan çıxım. İndi sizi görməkdən ötürü qayıdım ekrana. Yaxşı. Linki də göndərin. Boy, artıq qoşulublar YouTube'dan. Linki göndərməmiş qoşulublar YouTube'dan. Bir dəqiqə qoy linki paylaşım. Ondan sonra başlayaq. Görək necədir vəziyyətiniz. Link də gec gedir. Hava şəhərdə yağış yağır. Rayonlarımıza da yağır görəsən. Hı? Burada Xeyr, yağışın buraya deyil. Doğrudan burada Bizdə yağışın küləkdir, səsi. nəzə başlamayıb. Necə Nərminə müəllimə? Bizdə hələ küləkdir, yağış yoxdur. Hə, bura yağır. Yağışın səsi götürüb. Demək, belə linki burada göndərək, qoşulsun müəllimlərimiz. Ondan sonra başlayaq. Qoy onlar bugün bizi YouTube'dan izləsinlər. Həm öz müdavimlərimiz, indi ödənişsiz qrupdan da kimlər gəlib izləsə yararlansın. Belə müəllimlər, qayıdım mən indi bura. Bunun da kodunu aldıq. Belə. YouTube'dan bizi izləyən müəllimlərimizi də salamlayırıq. İlk öncə dərsimiz haqqında məlumat verək. Yəni, bugün material qrupumuz 5-ci sinifi bitirir. Yəni, bilirsiniz ki, material qrupunda hər dərs canlı sual-cavab getmir. Sadəcə indi hər sinifi bitirdikcə onlara demişəm ki, canlı Zoom atacağım, sizləri sual-cavab edəcəm. Bugün də qrupda yazıblar ki, ürəyimiz partladı. Aha, bugün də demək 5-ci sinifi bitiririk deyə dedim açaq Zoom, görək material qrupumuzda necədir vəziyyət. İndi bəzi müəllimlərimiz yazıb ki, müəllimə dinləyici kimi qalacam, amma kimlər sual-cavab istəyirsə material qrupumuzdan 5-ci sinifdən sual-cavab eləyəcəm. Yaxşı, sual-cavab eləyəcəm. İnşallah dərsdən sonra da öz sınaqlarımı, 5-ci sinif aid nə sınaqlarım varsa göndərəcəm. İşləyəcəksiniz, hamı müzakirə qrupuna göndərəcək. Kim başlamaq istəyir? Material qrupumuzun müəllimlərindən. Zərfə müəlliməni ekranlarda görürəm, səsi də açıqdır. Yəqin birinci o başlamaq istəyir, hə? başlayayım mən. Başlayaq. Yaxşı, başlayaq. Demək, salam müəllimlər, xoş gördük hər birinizi. Hamıya açıq canlıdır, kimsəsə linki paylaşa bilər. Mənə deyin görüm, hardan deyim? 5-ci sinif, qoy beynimizi biraz formatlayaq. Bayaqdan canlını gözləyirik. Hə, izləyin. 5-ci sinif isə təkrar olacaq. Zərifə müəllimə bizə nə edirsin? Deyin görüm, nazik məftillər hansı üsullarla düzəldilir? Birinci bunu deyin. Nazik məftillər. Deməli, mismarların arasından çəkməklə, silindrik sağanağın çevrəsi boyu dartmaqla
Bir də Mhm. ki, mismarların arasında çəkməklə. Bir də ki, mismarlar yaxşı. Hansısa müəllim sualı bilməyəndə müəllimlər, digər müəllimlərdən soruşacağam. Amma material qrupumuzun müəllimləri sizlərdən soruşacağam, yaxşımı? Mən bu telefonu səssiz alım, yoxsa mesajlarım dayanmayacaq, sizə də mane olacaq səsi. Demək, əla gözəl. Mənə deyin görüm, nəyi soruşum sizdən? Şerxebil hansı hissələrdən ibarət idi? Bütün qonucu alətlər taxta və ya metal qəlibdən, bıçaqdan, pazdan, dəstəşdən ibarətdir. Ay, sən doğrudur. Bəs o mövzuda bir də bilirsiniz nə vardı? Yonqar qıranı olan bıçaq. Onun hissələri hansılar idi? Yadınızda Bıçaq, qalıb? yonqar, qıran, bot, bıçağın kəsici, tiyəsi. Aha, əla. Bəs yaxşı, mənə deyin görüm hardan. Sizə deyəcək ki, tutaq ki, ramal. Ya əldireli, mexaniki əldirel fərq eləmir. Tutaq ki, hansını deyək, elə əldirelinin köməyi ilə iki tərəf açıq deşik açıb. Bu deşiyi açıb və sonda görür ki, oduncağı çatladı. Təbii ki, oduncaq detalın üzərində. Niyə? Səbəb nədir? Onun iki tərəfi açıq deşiyin açılması zamanı təzyiqin azaltmayıb. Onun təzyiqin bitirənə yaxın azaltmaq lazımdır ki, o sınıb qopmasın. Ay, sən doğrudur. Bəli, YouTube-da olan müəllimlərimizi yaza bilərsiniz. Çünki sizin yazdığınızı burada Zoom müəllimləri görmür. Yaxşı, yaza bilərsiniz. Kim istəyirsə oradan cavablandırsın sualları. Bəli, görün nəyi bilirsiniz, nə yadınızda qalıb. Demək belə. Bəs yaxşı, mənə deyin görüm. Sizdən soruşacaq ki, hansını soruşsun? Gedək biraz Ürək əvvələ. arxaya müəllim, Ya, aşağı. orada gedəcək. Birinci 5-ci sinifin əvvəlinə baş çəkək sonra. 5-ci sinifin əvvəlinə baş çəkək. Yox, səsi bağlaya bilmirəm. Qızım, zəhmət olmasa qapını bağla. Demək belə. Mənə deyin görüm. 5-ci sinifin əvvəlində sizə tutaq ki, düzbucaqlı formasında bir görünüş verilir. İçində nə olsun? Yuxarıdan aşağı xətlər var. Deyəcək bu hansı görünüşdür? Üstdən görünür. Bu üstdən görünüşdür. İçində yumru dairə verərsən. Əsas görünür. Əsas görünüşdə yaxşı. Üfüqi xətləri var. İndi Soldan görünür. xətlə soruşuram. Soldan görüş. Torla da soruşa bilərik, xətlə də. Mən sizə hər iki variantını demişəm. Yəqin müzakirə qaydlarımıza da baxmısınız, düzdürmü? Demək belə. Aha, yazın. YouTube-da müəllimlər izləyirəm sizi. Telefonla da sizə baxıram. Doğrudur. Bəs yaxşı. Mənə deyin görüm. Sizə deyəcək ki, ülgü neçə üsulla hazırlanır? Ülgülər neçə üsulla hazırlanır? Ülkü neçə üsulla hazırlanır? Bəli. Parçadan söhbət gedir. Parça üçün. Yəni ülgü o bir ülgə fikrinə Hə, parça. getməsin. Deməli, iki üsulla hazırlanır. Biri deməli sadə karandaşın köməyi ilə düzbucaqlı formasında, bir də moda jurnallarının köməyi ilə. Aha, yəni deyir, birini özün çəkə bilərsən damalı kağızda, hər hansısa bir geyimin, düzdürmü? Bəli, bir Bir də də moda ki- jurnallarından köçürtmə vasitəsilə. Ay, sən hazır şəkildə götürə bilərik. Qatlama tikişinin ardıcıllığı yadınızdadırmı? Qatlama. Metalları demişdik hansı Hə, üsulla da metallarda, birləşdirirdik. Bəli. Deməli, təbəqələr 90 dərəcə sakitdir. 90 dərəcələ kənardan 6-8 mm əyirlər. Sonra təbəqəni çevirilir. Əyilmiş kənarı 2-3 mm aralıq qoymaqla qatlayırlar. Qatlanmış kənarı qıfıla keçirdirlər və pilləri tizliyə zərbələr vurmaqla birləşdirirlər. Birləşmə zolağında olan çıxıntı təbəqələri aralamaq imkanı vermir. Ay, sən doğrudur. İndi müəllimlər belə bir şey deyim. Ardıcılığı ola bilər ki, kimsə şifahi deyəndə nə bilim bir mərhələ o yan bir yan deyə bilər. Bu problem deyil. Çünki şifahi elədi ki, ən azından çoxun bilirsənsə, bilirəm ki, o müəllim testdə bunu quraşdırıb orada tapacaq. Düzdür? Məsəl odur ki, gedişatın çoxun bilirsinizsə, tapa biləcəksiniz. Biz gəldik, xoş gəldiniz. Aha, bəs yaxşı. Mənə deyin görüm, sizə deyəcək ki, tutaq ki, ramal. Ramal olmasına, bu yazıq ramal hər dəfə ramal. Nuray bir metal, belə deyim, qazan götürüb. Onun dəstəyi də metaldandır da. Dəstəyin bu qazanın özünə birləşdirmək istəyir. Metalı metala. Sizcə hansı üsuldan istifadə eləsin? Metalları hansı üsulla Mənim birləşdirir? pərsim üsulu ilə, pərsim. Ay, sən niyə pərsim Pərsim üsulu götürdünüz? ilə. Çünki deyir ki, pərsimlər təyyarə və gəmi qayırmada, bir də metal məişət avadanlığının hazırlamasında istifadə olunur. Əla, doğru. Salam İzzət müəllim, bu gün bizə buradan izləmə sözü. Sizi bu gün çöldə saxlamışıq. Qalın çöldə. Bəs yaxşı, mənə deyin görüm, doğrudur. Sizə deyəcək ki, deyəcək hardan desim. Parçanı üst tərəfi içəri olmaqdan qatla diaqonallar boyu dart. Hansı proses? Əyriliyin aradan qaldırılması. Əyriliyin aradan qaldırılması. O hansı sxem idi ki, orada demək, elementlərdən birinin əyani təsvirin vermək olar, rəngli təsvirin. Montajlı sxem, montaj. Montajda dediniz. Yaxşı. Birləşmə prinsipi verilir orada. Birləşmə prinsipi elementlərin.
Prinsipial Prinsipial. sevgi. Aysan, doğrudur. Bəs bir-birinə nisbətən dəqiq yerləşmə desə, bunu hansına götürəcəyik? Montajlı müəllimə. O Elə da mi yenə var? montajlıdır. Detallı kontur boyunca nişanlayır. Söhbət nədən gedir? Eşitmədim müəllim. Detallı kontur boyunca nişanlamaq. Məsələn, parçada var idi 4 santimetrli lent, xəttkeş, nə bilim, alət Müəllim, ləvazimatlarımız hansına aiddir bu? təbaşir müəllim, təbaşir. Təbaşirdən söhbət gedir. Bəli, doğrudur. Tə- Nuray özü üçün bir geyim hazırlayıb. Nuray özü üçün bir geyim hazırlayıb. Müəyyən müddətdən sonra görür ki, geyim öz formasını itirir, başlayır dartılır. Harda yanlışlığa yol verib? Müəllim, orada deməli ülgünün yerləşdirilməsini düzgün aparmayıb. Aysan, əla. Bəs yaxşı, geyimi hazırladı, neynədi? Bir dəfə geyinib, yuyub, ondan sonra geyim kiçildi. İndi harda yanlışlıq var? Buğa vermədi. Buğa vermə. Ülviyə müəllimə, Ülviyə müəllimə səsiniz açıqdır. Aha, deməli, buğa vermədədir, bəli. Amma bilməyəndə, kimsə bilməyəndə sizdən soruşacağım, narahat olmayın. Bəs yaxşı, mənə deyin görüm hardam. Bir neçə suallar da verək. Hansı mövzudan suallar istəyirsiniz? Deyin görüm hələ. 5'in sonu dediniz Mən bayağı. süper yox. Parçalardan vereyim. İki elle tutulan Sonu da sap, olub. Yəni hamısı iki elle tutulan sapın ortasına bir mıncık getir, qalanlar sapın istənilən ucuna. qarşı hörmə. Qarşıya hörmə. Lazımi miqdarda mıncık götür, ilgəklərdə təsbih, sonda burulmasını apar. İlgəklərlə hörmə. İlgəklərlə. Sonuncu mıncığı düz, qalanların həmin ucu əks istiqamətdə. İynəyə bənzər. İynəyə bənzər. Xaçvarinin ikinci adı nə idi? 2 ipli hörmə. İki iplə. İki sapla və yaxud da ki, bir sapın məftilin iki ucu ilə yerinə Paralel yetirilir. Paralel hörmə. Əslində ip birdir, hər iki ucu da işlərdirsə. Qaçvarı hörmə. Qaçvarı hörmə, əla. Bəs yaxşı. Nuray özü üçün bir buterbrot hazırlayıb. Bunun çörəyin fiqurlar şəklində doğrayıb. Hansı buterbrot Kanepe. idi? Kanapeymiş. Bəs birdən sizə deyəcək ki, Nuray özü üçün yenə də bir buterbrot hazırlayıb. Bir çörək diliminin üzərinə yağ çəkib. Hansından söhbət gedir? Açıq dil. Sadə. Bir çörək diliminin üzərinə yağ çəkib. Sadədir müəllim. Açıq da müəllim. Açıq deyirsiniz. Bəs iki çörək diliminin üzərinə? 2 çörək dilimin üzərində çəksə hər o da bağlıdır. Onsuz da bir dənə iki çörək dilimi hansındadır? Təkcə. Bağlıdır. Bağlıda. O birlərdə neçə çörək dilimi olur onsuz da? Bir dənə. Bir. Yəni istənilən o birisinin hər birini götürmək olar da bir çörək dilimindən söhbət gedirsə. Bəs yaxşı, birdən sizə deyirsə ki, çay hansı ölkələrdən hansı ölkəyə? Ardıcıllığını deyin bizə. Deməli birinci Çində olub, sonra 17-ci əsrdə Holland tacirləri Avropaya gətirib, sonra Hindistanda, İndoneziyada, Seylon, Şri-Lanka, Yaponiya, Afrika. Aysan, əla. Bəs o hansı içki ki, yorğunluq və stresi aradan qaldırırdı? Kakao. Kakao. Yaxşı olsun. Bəs birdən sizə deyəcək ki, hansını desin, hardan desin. Mənə deyin görüm. Qaynadılmış yumurtanın ardıcıllığı o yadınızda qalıb. Bəli. Deməli birinci fırça ilə axar suyun altında yuyuruq, sonra qazanı suyu doldururuq. Deməli yumurtaları qoyuruq ilıq 3 dəqiqə, yarı ilıq, yarı 4-5 dəqiqə, bərk 8-10 dəqiqə. Daha sonra soyuq suyun altında tuturuq ki, deməli yaxşı onu biz qoparda bilək. Ondan sonra da deməli quruluyuruq, boşqaba və yaxud da xüsusi atlığa qoyuruq. Ən axırda da deyir ki, 1 çay qaşığı duz atmalısan ki, yumurta çatlamasın. Aysan, əla, super. YouTube'dan bizi 80-ə yaxın müəllim izləyir, maşallah. Bəs yaxşı. Mənə deyin görüm. Pomidorun əkilib becərilmə ardıcıllığını deyin. Yəni başlıqlar var idi, təkcə onları istəyirəm qısa-qısa. Birinci nə etmək lazım? Ta ki, alət ləvazimatımızı hazırladıq. Mənim səsim gəlir. İndi gəlir, bəli. Texnoloji xəritə hazırla, 200 saat isitmə sistemin yaxınına qoy. Deməli, daha sonra 30 dəqiqə manqal məhlulunda saxla. Suyun üzünə çıxan toxumları maye ilə birlikdə deməli at, qalanları salfetlə qurula. Deməli, toxumla əkmək üçün yeşik hazırla, dibinə drenaj yerləşdir, üstündən 15-20 santim münbük torpaq tök. Daha sonra əkəndən sonra deməli
üzərinə polieten plonka sər. Ondan sonra cızartlar 4-6 gündən sonra çıxmağa başlayır. Onda deməli örtüyü çıxart, işıqlı yerə qoy. Daha sonra 3-4 yarpaq açandan sonra onun yerini deyir. 8-12 sm bir-birinə məsafədə ək. 10-15 sm hündürlüyə çatanda daimi yerə dipçəyə və əlləki ək. Əla, super. Sizinlə bu qədər. Yəni əla. Sağ olun. Şükür. Mən səhvsiz deyirəm hamısını. Özüm alqışlayıram. Səhvsiz hamısında qəşəng cavablandırdınız. Bütün sualları. Çox sağ olun. Uşağa bax vaxt ayırmaq. Uşaq gəlib deyir ki, ana, hərdən bizə də vaxt ayır dərsdə. Yağdan özünü öldürür ki, kompot istəyirəm. Allah sağlasın. Gedin uşağa kompot verin. İndi Zərifə müəllimə düzdür. Keçən də bizimlə hazırlaşıb. Mən Zərifə müəllimə indi getdi uşağa kompot verməyə. Bəli, müəllimə 84 bal toplamışdım. Ay, Müqavilə ilə işləyirəm indi. Müqavilədən işdir. İnşallah ki, bu il daimləşmək nəsib olur. Amin. Yəni yaxşı, əla, bəyəndim, like eləyirəm. Gedin indi uşağa Sağ olun. kompot verin. Sağ olun. Demək belə. Sonra kim gəlir? Material qrupumuzun müəllimləri üçün sual-cavabımızı yeni qoşulanlar üçün bildirib. Yəni əslində bu qrupda hər dərs canlı sual-cavab getmir. Sadəcə mən demişəm ki, hər dəfə kitabı bitirəndə sizin üçün Zoom açacağam ki, qoy görək vəziyyətiniz necədir. Belə, sonra kim gəlir? Material qrupumuzun müəllimi. İndi bir neçəsi yazıb ki, mənə müəllimə dinləyəcəm, eybi yox. Onlardan işimiz yoxdur. Kim sual-cavab istəyir, gəlsin. Mən dinləyim, yaxşı. Amma öz adınızdan girməmsiniz deyə bilmirəm. Texnologiya adından girmişsiniz. Öz adlarla girməyəndə müəllimləri tanıya bilmirəm. Aha, sonra kim gəlir? Deyin görək müəllimlər. Kəmalə müəllimə, Ülkər müəllimə, Ülviyə müəllimə, Nərminə müəllimə. Kim gəlir? Bir neçəsi deyir ki, dinləyirəm. Bəziləri öz adından girməyib deyə. Yaxşı müəllimə, mən gəlirəm, mənə verin, amma mən belə sual cavabda həyəcanlanıram. Testdə yaxşı işləyirəm, amma elə bilirəm ki, mən Olsun, narahat sual olmayın. verəcəksiniz ki, mən bilmərəm. Yox, eybi, bilməmək ayıb deyil ki, burada nə var ki, heç nə olmaz. Həmçində Amma belə testləri, deyim. sınavları yaxşı işləyirəm. Aha, lap yaxşı. İndi elə müəllim var ki, müəllimlər testləri, sınaqları yaxşı işləyir, sual-cavabda biraz yəni tam cavablandıra bilmir. Belə hallar olur. Bu da normaldır, narahat olmayın. Çünki bizdə əvvəlkilər elə müdavimlər olub ki, məsələn görürsən ki, sual-cavabda çətinlik çəksə də gedib testdə, imtahanda qəşəng yazıb. Yəni bu ölçü deyil. Mən bunu o ölçü götürmürəm ki, ay müəllim burada mənə cavab verə bilmirsə və s. Ay belə xeyr. Amma yəni oxumaq lazımdır, öyrənmək lazımdır. İndi biri var ki, həyəcanlanırsan, unudursan və s. bu başqa söhbətdir. Biri var oxumamaqdan bilmək, bu başqa söhbət olur. Deməli, belə, siz test çəkib atacaqsınız test bankdan. Onu YouTube'da yazmırlar. Kimdə o günəş müəlliməsi yandırmaq lazımdır. Onu oradan yazmırlar. Çəkib atacam demişəmsə atacam, amma indi yox. Təkrar qayıdan vaxt demişəm. Yəqin onu eşitməmisiniz. Təkrar qayıdan da göndərəcəm o testləri. Belə, indi nə deyirəm sizə? Mənə deyin, görün, biraz furniturlardan başlayaq, hə? Furniturlardan. Mənə deyin görüm, hansı furnituru soruşum sizdən. Qapının hərəkətliliyini təmin edən furnitur hansı idi? Maqnit saxlayıcı. Maqnit saxlayıcı. Qapını bağlayan furnitur. Qıfıl dildiklər, qıfıllar. Aha. Bərkidən furnitur. Bərkidən. Aha. Künclük. Künclük yoxsa həncama Həncama. bərkidir. Həncama. Aha, həncama bərkidir, bəli. Bəs yaxşı, deyirəm ki, sizə onun mili yan divarda bir tərəfi bağlı deşiyə quraşdırılır. Hansı? Rəf saxlayıcı. Rəf saxlayıcı deyirsiniz. Onun mili yan divarda bir tərəfi, bəli, bağlı deşiyə quraşdırılır. Bəs yaxşı, biri-birinə vintlə bağlanıb, bərkidilib, vintlə. O kipləşdirici. O kipləşdiricidir, bəli. Düz bıçaq altında yerləşən, nə bilim, 2 metal lövhəcikdən ibarətdir desə, künclük. Səsin isə biraz hərdən zəif gəlir. Doğrudur. Bəs yaxşı, mənə deyin görüm, maqnit saxlayıcı hansı hissələrdən təşkil olunmuşdu? Maqnitli qəlibdən. Aha, Bir də hansıydı? maqnitli qəlib, bir də nəyi var idi? Bir də nəyi? Deyin görüm, kömək eləyin. Lövhəcikdən. Lövhəcikdən. Bəli, lövhəcikdən. Yadda saxlayın ki, maqnit saxlayıcının hissələri deyəndə maqnitin qəlbi var, bir də lövhəsi var. Maqnitli Bəli. qəlibdən, bir də lövhəcikdən, doğrudur. Bəs maqnit saxlayıcının quraşdırılma arzuluğu yadınızda qalıbmı? Birinci onun yeri nişanlanır. Sən yeri, bax, lövhəciyin və qəlbin yerini deyirdi müəyyən elə. Hansı hissədən vuracaqsan? Yerin müəyyən elə. Aha, sonra
Sonra bərkidilir. Aysə, bax, həmişə mən o biri qruplarda, Zoom qruplarımızda əldən göstərirəm ki, lövhəciyi qapıya bərkit. Bax, yerin müəyyən elə, lövhəciyi qapıya bərkit. Aha. Sonra orada şurupların yeri, şuruplar vurulurdu. Amma Yox, axıra qədər şurupa tələsməyək. Deyirdi, nə et? Qəlbin yerini seçsin. Sonra da deyir ki, elə seçməlisən ki, lövhəcikdən üst-üstə düşsün. düşdün. Üst-üstə üst-üstə düşmək. düşdü. Sonra şuruplar vurulur, amma axıra qədər bərkidilmir də. Bəs şurupdan əvvəl sizcə biz orada nişanlama aparmayaq? Bəli, bəli, biz ilə onun yeri nişanlanırdı. Aysan. Ondan sonra deyirdi ki, axıra qədər Şuruplar vurmadan vurmadan bərkidilirdi. Sonra da lövhəciyin qarşısına dəqiq yerləşdirilirdi. Ondan sonra da şuruplar da bərkidilirdi. Yaxşı. Demək onu bir də mən təkrarlayım, yadınızda qalsın müəllimlər. Lövhəciyin və qəlbin yerini deyirdi müəyyən elə. Bax, birinci yeri müəyyən eləmək. Bu bir. Bax, əlimlə də göstərirəm ki, yadınızda qalsın. Ondan sonra da deyirdi ki, lövhəcik qapıya bərkidilir. Bax, təsəvvür edin ki, lövhəciyi qapıya bərkidirik. Sonra deyirdi, saxlayıcının qəlbinin yeri seçmək lazımdır. Yəni deyirdi, saxlayıcının qəlbinin yerini elə seç ki, bunlar üst-üstə düşsün. Üst-üstə düşsün, hə? Yeri müəyyən elədim. Lövhəciyi qapıya bərkitdim. Üst-üstə düşsün. Ondan sonra nə etməliyəm? Deyirdi ki, nəyin köməklə? Bu nə idi orada? Biz. Bax, orada karandaş deyil də. Deyirdi, deşiyin yerin, deşiyin mərkəzin bizlə nişanla. Axıra qədər deyir, şurupu burmadan, birinci deyir, burmadan, ondan sonra dəqiq yerləşməsini müəyyən eləyəndən sonra axıra qədər bur, bağla. Hə? Bax, belə bir ardıcıllıq idi. Ardıcılığı bilirəm ki, onsuz şifahi demək həqiqətən çətindir. Mən sizi çox qınamıram müəllimlər. Amma test elədi ki, ardıcılığı ən azından öyrənmişsə, testdə müəyyən qədər yollarla tapmaq olur. Ardıcılığı tapmağın da yolların, inşallah əlavə dərslərə başlayacaq texnologiyada həmin vaxtlar öyrədəcəm sizlərə. Ardıcılıqlarda necə işləmək lazımdır, onun yolları var. Bəs yaxşı, bəs yaxşı. Maşallah necə gözəl izah edirsiniz. Təşəkkür edirəm müəllimlər. Bəs birdən sizə deyəcək ki, qalınlığı 100 millimetrə qədər, eni qalınlığından 2 qat artıq olan mişar materialı. Bu hansıdır? Tirdir. Bu deyirsiniz tirdir. Qalınlığı 100 millimetrə qədər, eni qalınlığından 2 qat. Qədərdirsə taxtadır. Taxtadır. Bu Yox, yox, taxtadır. Elə Bəli, bildim taxtadır. az deyirsən. Amma Hə, o da qalınlığı tirdir. 100 millimetrdən az, eni qalınlığından 2 dəfə az. Bu tircik idi deyəsən. Bu tircikdir, bəli. Amma eni və qalınlığı 100 millimetrdən çox olan. O tirdir. O tirdir. İndi gəlin bir situasiya sualı verirəm o mövzudan. İndi o mövzudan situasiya sualı verəndə mən bir sizinlə yadıma düşürüm. Mən o mövzulardan situasiya suallarını neçə illər əvvəl verirdim. Amma hələ imtahana indi gətirilir situasiya sualları salınır. Bilirsiniz, artıq bu ilk imtahanda indi əlavə şərt demək istəmirəm, öz qruplarınızda bildirəcəm sizlərə müəyyən məsələləri. Yəni, amma mən hələ imtahanlara situasiya salınmayanda o tiri, tirciyi, nə bilim o nazik, qalın məftilləri belə düzəltdi, əli, ramal belə düzəltdi. Bu hansı məftildir? Mən neçə il bundan qabaq onları situasiya halına salırdım. Sonra düzdür, bəziləri oğrayandan sonra başladılar ki, güya ki, bunlar situasiya sualları hazırlayırmış. Bizim suallarımızın başqa versiyaları saldılar sınaqlara, testlərə. Amma inanın mən indi əvvəldən məni izləyən ödənişsiz qrupların müəllimləri də təsdiq eləyir. Öz müdavimlərimizdə. İndi tir mövzusuna gəldim deyə yadıma düşdü, ona görə deyirəm. O sualları, situasiya sualları mən neçə illər əvvəldən qruplara verirdim. Amma halbuki onda situasiyanın heç sığısı yox idi imtahanda. İndi mənə deyin görüm. 2020-də bizə deyirdiniz. Ay sağ olun. Mənə deyin görək. Sizə deyir ki, ramal, bir mişar materialı götürüb. Düzdürmü? Onun qalınlığı nə qədər olsun? Qalınlığı deyirəm 60-dır. 60. Eni 120-dir. Bu hansı mişar materialdır? O taxtadır müəllimə. Ay sağ olun. Hardan tapdıq? Çünki 2 dəfə çox idi də eni. Bəli. Bəs yaxşı, qalınlığı 90-dır, amma eni 45-dir. O tircik idi, azdı 2 dəfə. Əla, bəli, doğrudur. Demək belə. Bəs yaxşı, birdən sizə deyir ki, hansı mövzumuza keçək? Deyin görüm, taxta materiallardan işləyəcəm. İş yeri olaraq bizə nə lazımdır? Verstak, xarat verstak. Ay, sən xarat versək. Hissələrin sayını görək, hələ hansılar yadda qalıbsa. Mən mizin üst taxtasından 2 hissələrdən idi verstak özü. Mizin üst taxtasından, bir də verstak altından. Aha, onların da hissələrini deyin. Bəli, üst taxtada var idi nov, ön sıxıcı, ön sıxıcı. Wing pass. Bəli, Vint yox idi, vint yox idi. Paz var idi, amma vint yoxdur. Aha, ön sıxıcı, arxa sıxıcı. Sıxıcı bəli. Sıxıcı, arxa sıxıcı bəli.
Aha, Yuvalar. Yuvaları var idi, Naz, yuvalar. naz, dayak. Dayağı unutdum, bəli. dayak. Bununla da bitdi. Paz, nov, yuva, dayaq. Ön sıxıcı, arxa sıxıcı. İndi alt hissəsində nə var bəs? Alt hissəsi də arxa ayaqlar, qabaq ayaqlar. Mhm. Birləşdirici. Paz, Birləşdiricilərlə paz. Hə, Bax, amma paz. sizlər tez deməyin də müəllimlər. Qoy müəllim özü fikrini desin, bitirsin. Əgər bilməsə siz deyin. Yaxşı? Çünki bəlkə özü deyəcək. arxa ayaq idi, qabaq ayaq idi, paz olmalı idi da. Bir də birləşdirici. Bir də Bayaq dediniz. birləşdirici. Bax, onu necə yadda saxlayın? Bir stak nədir? Adi öz masamız kimi nəzərdə tutaq. Evinizdə masanız var. Necə bu şagird partası, məktəbinizdə indi verstak varsa yoxsa bilmirəm, onu da qoyun qıraq. Adi bir masa düşünün. Onun aşağı hissəsində nə olur? Alt hissəsində. Deməli ayaqlar olur, hə? Bir qabaq ayaqlar, bir də arxa ayaqlar. Masamızın alt hissəsində. Tutaq ki, indi bax mənim qarşımda masa var. Demək, qabaq ayaq, arxa ayaq. Həmişə deyirdik ayaqları birləşdir. Orada nə var idi? Belə ayaqlar arasında birləşdirici atılmışdı da, yadınızdadırmı? Bir də kənarında paza. Qabaq ayaq, arxa ayaq, ayaqları birləşdirdi. Bir də paz onsuz da bilirik, həm üstdə var, həm altda. Hə? Belə yadda qalsın. Demək, bəs yaxşı. Oduncaqda 3 dənə məşhur tərtibatımız vardı. Hansıları idi bunlar? Altlıq taxta, mişarlama qutusu, bir də dayaq. Bir də dayaq, bəli. Ramal istəyir ki, oduncağı. Məsələn, müəyyən bir bucaq altında nə etsin? Mişarlasın. Hansını götürməlidir bunlardan? Müəllimə bucaqları sayım, neçə cür bucaq var Yox, burada. yox. Məsələn, ramal istəyir ki, ramala bir oduncaq parçası verilib, istəyir bunu müəyyən bir bucaq altında kəssin. Hansı tərtibatdan istifadə eləsin bu saydıqlarınızdan? Mənim mişarlama qutusundan. Mişarlama qutusundan, yaxşı. Bəs istəyir ki, oduncaq əlinin altında rahat olsun, sürüşməsin də. Yəni, bu zaman hansı demək tərtibatı götürməlidir? Dayaq idi də. Dayaq. Ay, sağ olun, bəli. Amma ülgünü çəkmək istəyirsə, Altlıq taxta. atlıq taxtadan istifadə etməlidir, doğrudur. Bəs yaxşı, bəs yaxşı. Mənə deyin görüm, hardan deyin, hardan deyin. Sizə deyəcək ki, hansı mövzudan desin. Sizə deyir ki, tutaq ki, bir məftillikdə əyriliyi var, düzəltmişəm. Düzəldilmənin keyfiyyəti nədən yoxlayım? Müəllimə, onun tilinə xəttkeşi qoyursan, işıq arasına sızan işığın ölçüsünə görə bilirsən də. Doğrudur, bəli. Bəs yaxşı, bir metal təbəqə götürmüşəm. Onun qabarıq bir səthi var. Baxın, qabarıqdır. Mən bunu düzəltmə lövhəsinin üzərinə necə qoymalıyam? Düzəltmək istəyirəm. Elə Qabarıq qoyursan ki, qabarıq səth üstdə olsun da. yaxşı, qoydum. Düzəltmə lövhəsidir. Tutaq ki, bu düzəltmə lövhəsidir. Qoydum bura. İndi mən bunu necə düzəldim? Kənardan mərkəzə döyəcliyəm. Kənardan mərkəzə doğru döyəcləyirsən. Aha, nədən? Hansı alətdən? Taxta tivcik, bir də çəkicik də. Hə, indi ikisi də lazımdır. Yaxşı, indi bunu döyəcləyəndə taxta tirciklə döyəcləyim, yoxsa taxta çəkiclə? Çəkiclə. Çəkiclə. Deməli, kənardan mərkəzə döyəclədikcə nə olur? Bu düzəldi. Bəs yaxşı, onu taxta tircik də dediniz lazımdır. O nə üçün lazımdır? Onu niyə götürürük? Ondan da hamarlayırıq. Sağ ol. Sonra da üzərindən hamarlama iş aparmaq lazımdır. Doğrudur. Bəs mənə deyin görüm. Sizə deyə bilər ki, pəstahların 90 dərəcəlik bucaq əyilməsi harda həyata keçirilir? Sağanaqlarda. Hansı sağanaqdan söhbət gedir? Düz bucaqlı sağanaq yoxsa hansı? 90 dərəcə idi. Yox, dairəvi sağanağı. Dairəvi taxtına, dairəvi. Dairəvi sağanaq. Dairəvi sağanağı. Bəli. Demişdik ki, pəstahların 90 dərəcəlik bucaq əyilməsi dairəvi sağanaqlarda. Hətta demişdim ki, bəzi müəllimlər 90 dərəcəyə getirir testlərdə düz bucaqlı sağanaq. Xeyr. Amma dairəvi sağanaq, düzdürmü? Bəs Bəli. yaxşı, mənə deyin görüm. Pərçim hansı hissələrdən ibarət idi? Buradan bir də uc hissədə gövdəli bu hissəsindən. Ucu yoxdur. Ucu yəni gövdəsinə nə deyirlər onu bilmirəm. Başlıq bir də Mil hissəsi. Aha, başlıqdan və mildən. Mismar hansı hissələrdən? mismar başlıqdan, mildən, ucdan. Bəs şurup? Şurup da başlıqdan, vint şəkilli mildən. Aha, şurupun ucu var idi yoxsa yox idi? Var, şurupun da ucu var. Bəli. Şurupun ucu. Bəs şurupun başlıq formaları? Deməli, gizli, yarım gizli, bir də yarım dairəvi belə, yarım dairəvi. Yarım dairəvidir, bəli. Nüşabə müəllimə bayaqdan hissə yatır, qəbul eləyirəm, amma qoşula bilmir hələ də. Bəs yaxşı, mənə deyin görüm, o birisi, pərçimin başlıq formaları hansılar idi?
Pərçimdə var idi yastı, gizli, yarım gizli, onda da var idi. Bizdən də onda var idi yarım girdə. Gizli, yarım gizli, bəli, yarım girdə, bir də yastı. Yoxdur. Doğru. Bəs yaxşı, Nuray əl tikişindən işləyir də, tikişlə. Özü üçün nələrsə hazırlayır. Amma görür ki, tez, nə bilim, tez yoruldu, gözləri ağrımağa başladı, nə bilim, başı ağrıdı. Sizcə hansı qaydaya düzgün əməl eləməyib? Deməli, oturmalısan, ayaqlar pəncə boyu dirənməlidir yerə. Hı hı. Baş biraz qabağa əyilməlidir. Sinəni stola sökmək olmaz da. Dirsəkləri də masanın üstünə qoymaq olmaz da. Bükülü olmalıdır, amma qoymaq olmaz. Yəni düzgün oturuş qaydalarına Riayət əməl eləməyib. etməyib, doğrudur. Amma məsələn desəydik ki, təkcə gözləri tez yoruldu, bu zaman konkret hansına istinad edəcəyik? Təkcə gözlərin desə. Gözlərdə həm gözdən məmulata qədər məsafə 30 Bəli, santimetr. bəli. Deməli o qaydaya əməl eləməyib də, hə? Gözlər tez yorulduqda çox yaxın tutub. Doğrudur. Bəs mənə deyin görüm, o mövzudan bir dənə sual verim. Onun köməyi ilə nə edirlər? O belə deyim, yumşaq, elastik olmalı idi deyirdik, lakin dartılmamalıdır. Ondan sonra Santimetrli lent. bəli, parçanın uzun eni. Bəs qısa kəsikləri ölçür, ülgüləri qurmaq üçün ondan istifadə olunurdu. Xassiz. Xəttkeşdən söhbət gedir. Bəs yaxşı, mənə deyin görüm. Parçanı belə deyim, ülgünü parçaya bərkitməyə xidmət edirdi o. Sancaqdır, həm də tərtibatlarda da yazmışdı ki, ona tərtibat gedir sancaq. Bəli, bəli. Parçanın əyri tərəfindən Nuray bir sap çıxardıb onun izi ilə kəsib hansı mərhələni həyata keçirib? Kəsiyin düzəldilməsi. Kəsiyin düzəldilməsidir. Parçanın zot tərəfini kəsib atıb hansı mərhələdir? Parçanın bərk kənarlarını bərk tərəflərini kəsib atmaq. Adı nə idi onun? Kənarın Kənarının kəsilməsi. kənarın kəsilməsi. Parçanın üzərində dəlik deşik var idi, bunu aşkar eləyib. Hansı mərhələdir? Qüsurları aşkar edib də. Qüsurları. Parçanın üst tərəfi içəri olmaqla qatlayıb diaqonal boy dartıb hansı mərhələdir? Əyriliyin aradan qaldırmaq. Aha, yaxşı. Parçanı bitməzdən əvvəl hansı mərhələ həyata keçirilir? O yuyursan, yəni buğa verməkdə yuyub ütüləmək. Sən yəni boğa vermə. Bəs parçanı tikməzdən əvvəl hansı mərhələ həyata keçirilir? Məmulatı tikməzdən əvvəl. Tikməzdən əvvəl ölçmək. Yox. Yox. Ülgüsünü hazırlayır. Ülgüsün hazırlamaq. Eskizin qurmağı dedim də ülgünü hazırlamaq. Ülgünü Yox, nəzərdə tutursunuz. Ülgü deyin də konkret olaraq. Baxın, müəllimlər, demək iki sualı heç kim qarışdırmasın. Desək əgər məlumatı tikməzdən əvvəl, birinci bunu qoyuram qırağa, sizə asan olanı deyim. Parçanı desək ki, bitməzdən əvvəl, bax, bitmə buğa vermə, belə götürün. Amma desək ki, tikməzdən əvvəl, bu bilin ki, artıq ülgüdür. Hə? Birin yadda saxlasan, bu, bitməzdən əvvəl buğa vermə, tikməzdən əvvəl ülgüsü hazırlanmalıdır. Yaxşı, bayaq daha soruşmuşdum ülgün hazırlanma üsulların zərfə müəllimədən sizdən təkrar soruşmuram. Mənə deyin görüm. Nəm istemal neçə mərhələdə həyata keçirilir? Aralıq, yekun. Aralıq, yekun. Bəs sizə deyəcək ki, parçalarımızın ütlənmə temperaturunu deyin, sonra sualımı verim. Ən az sintetikdir, 100 dərəcədən çox olmamalıdır. Sonra orada var idi kətanla pambıq idi o iki dənə. Onu Neçə yadıma dərəcə çıxartdım. idi? Pambıqdan kətan Hamısı olar idi də 180-200. 180. Kətanın adı varsa orada yüksək temperatur olmalıdır. Bunu bir mənalı hamı yadda O saxlasın. yanındakı yadımdan çıxır da, yanındakı pambıq idi yoxsa Pambıq. İpək. PK nəsə belə bir şey kimi. Pambıq, P-Ç da, yəni PK. İpək yadımda değil, İpək də 110 dərəcəyə qədər olmalıdır, çox olmaz. Qaldı yunda 150 dərəcə. Yunda 150. Nuray bir geyim götürüb. Bu geyimi deməli nə edib? Bu geyimi hansı temperaturu deyim, qoy fikirləşim. Nuray biri özünün köynəyini ütüləyir, sarışqasını ütüləyir, nə bilim. Və ütünün temperaturunu qoyub neçə dərəcənin üzərinə qoysun? O sualı verim, yoxsa bunu verim? Nuray bu temperaturu qoyub, temperatur tənzimləyicini 108 dərəcənin üzərinə qoyub. 108 dərəcənin üzərinə qoyub və bu geyim yanıb. Nurayın köynəyi hansı materialdandır? Sintetik. Sintetik. Ay, sağ ol. Doğrudur.
Belə, bu qədər bəs eləyər. Yaxşıdır vəziyyət, pis deyil. İndi şifayəsi olacaq da olur insan indi birini unuda bilirik, birini necəsə normaldır. Əsas odur ki, testdə də tətbiq edin. Yaxşı. Sağ olun Sizin müəllimə. Başlamadan qabaq çox narahat idim. Düzdür birdən deyə bilmərəm şifahi. yox, yaxşıdır. Çünki sizin qrupda yenə deyirəm mən, indi təkrarçılıq olsa da siz material qrupusunuz deyə hər dəfə sual-cavab getmir. Mən bunları nəzərə alıram. Ona görə yaxşıdır vəziyyət. Bu qədər. Yaxşı, sağ olun Keçək. müəllimə. Siz də sağ olun. Sonra kim gəlmək istəyir material qrupumuzun müəllimlərindən? YouTube müəllimlərimizə də baxıram. Cavabları yazırlar. Yazın, yazın. Müəllimə, mən istəyirəm, amma qorxuram. Hə, qorxan gözə nə olur? Çöp düşür. Çox düşər. Ha, demək qorxu beləməyin. Mənə deyin görüm, hardan deyin, hardan deyin. Gəlin sizdən nəyə soruşum? Qoy beynimi formatlayım. Beynimizi formatlayaq biraz. Əfsanə müəllimi deyir ki, lap qorxdum müəllimə. Deyəcək indi lap qorxdum. Açıq buterbrodda çörəyin qalınlığı nə qədər idi? Tez və dərhal. 1.5 1. 1,5 dediniz. Bəli. Hə, səsiniz biraz zəif gəldi. 1,5. Buğda və çovdar unundan hazırlanır. Aha, doğrudur. Hansı dildən tərcümədə o yağlı çörək idi? Alman dilindən tərcümədə batayaq, brette çörəyi deməkdir. Ha, indi yağlı çörək idi, düzdür? Bəli, özdə Yağlı buterbrodu yağlı yox, xeyr. yağla. yağla çörəkdir. Buterbrodu bir də ki, qida məhsullarının keyfiyyətinə görə seçirlər. Aha, doğru. Amma yəni demişdi ki, yağlı çörəkdə yazır tezdə, yağlı Yağlı çörəkdə çörək. yazır. Düzdürmü? Yağlı çörək səhvdir. Yağla çörək götürəcəyik. Yaxşı. Mənə deyin görüm, hardan deyin. Ümumiyyətlə buterbrodlar neçə dəqiqə, neçə saat əvvəl hazırlanmalıdır? 30 dəqiqə. 30 dəqiqə əvvəl, doğrudur. Bəs birdən sizə deyir ki, nə desin, hardan desin? Elə bağlıda nə qədərdir çörəyin qalınlığı? Qoy onu da soruşum elə. Bağlıda 0.5-dir. Amma kanapədə 1.0.5-dir. yaxşı. Ramal bir yumurta götürüb stakanda da duzlu sudur, yumurtanı qoydu ora. Deməli, yumurta suyun dibinə çökdü. Sualımın ardı var. Suyun dibinə çökdü. Ramal bu yumurtanı götürüb işığa tutma üsulu ilə baxsa içində nə görəcək və hətta ki nə baş verəcək? Daxili belə deyək də aydın görünəcək, amma sarısı çətinlik görəcək, amma keyfiyyətsiz yumurtanın isə ümumiyyətlə daxili qaranlıq olur, yəni görünmür. Yəni buradan o nəticəni çıxartdıq ki, bu necə yumurtaymış? Bu işığa tutmadır. Yox, keyfiyyətli yumurta idi, yoxsa yox, Keyf- suyun dibinə düşüb. Suyun dibinə düşən belə deyək də keyfiyyətlidir. Aha, Amma yəni uzun müddət saxlanılan yumurta duzlu məhlulun içərisində üzür, amma keyfiyyətsiz yumurta isə suyun üzünə çıxır. Doğru. Yəni bayaq dediyiniz birinci cavabda yumurta təzə olduğuna görə nə olacaq? Bəli, suyun dibinə düşür. Hə, yəni işığa tutanda da ağaydın, sarısı. Sarısı çətinlik görünür, amma keyfiyyətsiz yumurtanın belə deyək də daxili görünmür, qaranlıq olur. Yaxşı olsun. Mənə deyin görüm, hardan deyin, hardan deyin. Sizə deyəcək ki, nə desin ki, o biri mövzudan soruşacağam. Təsərrüfatın qayda qanunlarla idarə olunması necə adlanır? Təsərrüfatın qayda qanunlarla idarə olunması iqtisadiyyat İqtisadiyyat, bəli. Vəsaitlər neçə növ var idi? vəsaitlər 4 yerə bölünürdü. Belə deyək də maddi idi, daha sonra maliyyə idi, istilik idi, Yəni yanacaq, energetik demək istəyirəm. energetik idi, bir də əmək idi, Bir də əmək. Bu pullar hansına aiddir? maliyyə. Maddi yoxsa maliyyə? Maliyyə. Maliyyədir, bəli. Bəs birdən sizə deyəcək ki, nə desin? Ümumiyyətlə büdcə hansı dildən tərcümədə nə deməkdir? İngilis dilindən tərcümədə pul çantası deməkdir. Pul çantası deməkdir, doğrudur. Orada var idi ailədə əmək təsərrüfatının, nə bilim, Bəli, əmək ailə mühitinin üzvlərinin təşkili. tələbatının 4 ardıcıllığı var idi. Ailə üzvlərinin tələbatlarının belə deyək də ardıcıllıqla təmin olunması idi. Sonra ailə üzvlərinin əməyi idi. Bir də ki, təhsilə belə deyək də kömək etmək idi. Bir də ki, ailə üzvlərində əgər yaşlılıq falan var isə onlara qayğı göstərmək idi.
Ay, sağ ol. Yenə əslində adi həyatda həmişə deyirəm ki, onu müəllimlərə çətin gələn deyirəm ki, adi həyatda gördüklərimizi də. Bəyəm ailədə Bəli. tutaq ki, yaşlı insan varsa, belə deyim də, və ya da ki, sağlamlığında problem olsa, kömək eləmirik, eləyirik. Və ya da ki, nə bilim, ailədə uşaq özümüzün təhsilinə indi ailə üzvləri ya biz kömək eləmirik, o birilərə eləyirik. Düzdürmü? Bəli. Tələbatların arzula təmini eləyirik. Düzdürmü? Yəni sadəcə onun adı biraz müəllimlərə çətin gəlir ki, ailədə əmək fəaliyyətini nə bilim təşviq elə. Amma belə izah verəndən sonra aydın olur. Bəs mənə deyin görüm, sizə deyəcək ki, ev təsərrüfatına nələr daxildir? Demə, ev təsərrüfatına nələr daxildir deyəndə, puldur, ailə üzvlərinin işi, əməyi, amma desələr ki, demək, təsərrüfat Yox, nə uzağa deməkdir? getməyin. Ev təsərrüfatına 3 dənə daxildir. Biri pul vəsaitidir, onu düz deyirsiniz. Puldur, Sonra ailə üzvlərinin işi, əməyi, bir də ki, ailədə istifadə olunan əmək alətləridir. o birisi əmlak idi, ha. Bəli. Əmlak, pul vəsaiti, bir də dediyiniz kimi alətlər. Hı -hı. Aha, doğrudur. Ev təsərrüfatına bunlar daxildir. Amma ev təsərrüfatının idarə olunmasına Onda ailənin gündəlik belə deyək də, məsələn, yeməyin hazırlanmasıdır, yığışdırılmadır, Hı hı. quşlara qulluqdur, daxildir. Əla, doğrudur, bəli. Yəni ev təsərrüfatı idarə olunması. İdarə etmək üçün nə edirik? İşlər görürük. Nə bilim, istər Bəli. xörəyin hazırlanmasından tutulmuş, nə bilim, evin eşiyin təmizlənməsinə qədər bütün işlər, bəli. Əsas odur ki, bununla onu qarışdırmırıq. Əla. Mənə deyin görüm, hardan deyin, hansı mövzudan? Hansı xəritə idi ki, deyirdi ki, icra ardıcılığı verilir? İcra ardıcılığı sadəcə marşrut xəritəsində idi, Aha, amma geniş Amma- təfərrüatlı amma o texnoloji xəritədədir. texnoloji xəritədədir, bəli. Pomidor əkilib becərməsi hansı xəritənin adı keçirdi? Texnoloji xəritə. Texnoloji xəritənin. Şpon nə idi? Xüsusi dərgahlarda kəsilmə yolu ilə alınmış nazik odunca qatlara deyilirdi. Ay, sən. Amma soyulmuş şpon hansı dəzgahlarda əldə olunurdu? Soyulmuş şpon isə o da elə Soyma dəzgahı. soyulmuş şpon soyma dərgahında idi. Bəli, soyma dəzgahında deyirdik şalbanla, nə bilim, Hı hı. bıçaq. Adətdə bıçaqlar kəsilmə yolu ilə alınmış nazik Ay, belə doğrudur, deyək. bəli. Amma panir də almaq üçün neynirlər? Onu şpon lenti formasına kəsdirdilər, quruducu kamerada qurudurdular. Yastıqdan sürtüb bir-birinizə perpendikular olma şərti ilə belə deyək də bir-birinə presləyirdilər. Əla, doğru. Oduncağın yonqarından, kəpəyindən, nə bilim, preslənmə yolu ilə alınır. Oduncaq yonqarlı plitə idi, 10-26 millimetr qalınlığında istifadə olunurdu kəsici alətlərlə. Bunda kəsici alətdir, amma fanirdə isə sadəcə asan emal olunur sözüdür. Bu isə kəsici alətlərlə emal olunur sözüdür Bəli, burada. bəli. Kəsici alətlərdən desək ki, yaxşı emal olunur, o YP-dir. Bəs liflərə qədər doğranmış, nə bilim, buxara verilmiş desə bu hansıdır? Oduncaq liflidir. Oduncaq Oduncaq liflidir. Orqalit belə deyək də hamar düssəti var. Doğrudur, bəli. Bunların da üçünün də çatışmayan cəhəti rütubətdən qorxurdular. Fanir rütubətin altında şişirdi. Piltələr şişirdi, möhkəmliyini itirdi. Fanir də laylara ayrılırdı. Bəli. Çünki fanerin laylara ayırmağını belə yadda saxlayaq ki, çünki o nədən təşkil olunub? Layla şponlardan. Laylar. Bəli. Fanerin xüsusiyyətlərini deyin görün. Möhkəmdir, möhkəm deyil, çatlayır, çatlamır. Fanir möhkəmdir. Daha yaxşı əyilir, də ki çatlamır. Aha, deməli. Mebel sənayesində, maşın qayırmada, tikintidə də istifadə olunurdu. Əla, doğrudur, bəli. Bəs yaxşı, mənə deyin görüm. Düz bucaqları ölçüb nişanlayan alət deyəndə nə götürəcək? Düz bucaqlar. Sadəcə olaraq düz bucaqları ölçüb bu bucaqlıqdır, amma müxtəlif bucaqları ölçən xarrat günyəsi idi. Sadəcə bucaqları ölçən transporter idi. Aha, əla. Kiçik ölçülü pəstahları ölçür. Kiçik ölçü bölgələr olan xəttkeş. İri ölçülü pəstahları ölçür. Xarrat metrəsi. Xarrat metrəsi, doğrudur. Ülgü hansı materiallardan hazırlanırdı? Bərk materialdan eyni real ölçülərlə alınmış belə deyək də materialdır. Yaxşı olsun. 1-in 5-ə, nə bilim, 1-in 3-ə verdi, 1-in 4-ə. Bu hansı miqyasdır? Böyüdülmüş. 1-in. Üzr istəyirəm, bildirilmiş. Aha. Əslində belə Amma deyildi. desə ki, 2-nin 1-ə, 5-in 1-ə, 4-ün 1-ə o böyüdülmüş miqyasdır. 1-in 1-ə də ki, naturaldır.
Doğrudur. Belə deyim də, əslində kitabımızda hansı rəqəmləri önə çəkildi? 1 heç 1 qalır özündə. 2, 4, 5-i. Bəzən adi testlərə salırlar. Məsələn, 1-in 3-ə nisbəti kiçildilmiş miqyasa aiddirmi? Bunu səhv götürürlər. Düzünü kitabda verilməyib deyə onu səhv götürürlər. Amma əlavə materiallarda da var. Biz bunu da bilirik ki, 1-in 3-ə də ola bilər, 1-in 7-yə də ola bilər, 1-in 1000-ə də ola bilər, 1-in milyona da, milyonun 1-ə də, nə bilim. Yəni bu rəqəmlərin əslində hamısı düzdür. Sadəcə kitabda 2, 4, 5-i önə çəkir deyə testlərdə də onu götürür. Bir dənə burada diqqətli olun. Çertyoju oxumaq nə deməkdir? Çəkicimə onun materialını, miqyasını, belə deyək də, ölçülərini, lazımca ölçülərin hamısını oxumaq deməkdir. Amma çertojda orada deyir ki, çertoj alətlərinin köməyi ilə, burada deyir ki, kompüterin köməyi ilə də belə deyək də, Kompüterlə də işləmək olar. çertojdan istifadə Bəli. etmək olar. Bax, proqramları açırsan, çertyojunu çəkirsən nəyinsə, düzdürmü? Proqramlardan da işləmək olar, yəni kompüterin köməyi ilə. Ondan sonra çertyoj alətlərinin də köməyi ilə, yəni hamısı düzdür. Yaxşı. Bəli. Belə. Yaxşıdır vəziyyətiniz, əfsanə müəllimə. Yaxşıdır. Çox sağ olun. Hani Allah Sağ olun. kömək olsun. Siz də yəni də mən onda 8 martda dediniz, ilk dəfə yazan oldum. Aha. Götürdünüz, ödənişsiz qrupunuza. İnşallah Aha. Allah Hə, əziyyətinizi doğru. itirməsin. Aha. Mən əvvəl özüm hazırlaşırdım. Mhm. İndi sizə qoşulmuşam da inşallah məyus olmaram. Amin. Yəni sizi də eləmərəm. İnşallah, inşallah. Hə, düzdür. Biz Çox sağ 8 olun. martda kampaniya keçirmişdik. Bəli. Dedim ki, kimlər tez yazarsa, bir neçə müəllim, 3 müəllim kurikuluma, 3 müəllim də ixtisasa. Düzdür, 3 müəllim dedim, amma hər qrupa məncə bir 5 müəllim əlavə eləmişəm. Hər Düzdür. qrupa yəni Allah tam kömək olsun. təmənnasız. Siz də sağ olun. Düzdür, düzdür. Əfsanə müəllim. İndi yadıma ki, hə, kampaniya vaxtı yazmışsınız. Belə, yaxşıdır vəziyyət şükür. Sizinlə bu qədər. Kampaniyalı müəllim. Aha, necə Zərfə müəllimə? Deyirəm kampaniyalı müəllim. Hə, kampaniya. Demək, belə. İndi təbii ki, müəllimlər, mən çalışdığım qədər, indi bəzən olur kampaniya, bəzən olur ki, tam təmənnasız, indi hər şey ödənişdən də ibarət deyil. Yəni köməkliyimizi edirik və ya ki, istər ödənişsiz qrupumuzun müəllimlərinə kim nə yararlanırsa halal xoş olsun. Ən azından da gedib işə qəbul olanda nə vaxtsa yadınıza düşər ki, filan müəllimin dərsindən yararlanmışdı. Düzdür, çox olub, amma etibarlı müəllimlərimiz, müdavimlərimiz var, amma etibarsızlar da az deyil. Bunu da etiraf eləyirəm. Bunu da etiraf, amma mən o yaxşılığı kiməsə görə eləmirəm ki, özümə görə, nə bilim. O deyir, yaxşı, mənim bir cümləm var, o cümləni çox sevirəm və hər zaman da işlədirəm. Deyirəm, yaxşılıq mənim özümə olan inancımdır. Ola bilər ki, kimsə etibarsızlıq eləyir, eləyənlər də var, eləyənlər də olacaq. Mən bunu bir gözəl bilirəm, amma o yaxşılıq mənim özümə olan inancımdır. Yəni, belə. İndi gəlsin kim? Kim gəlir müəllimlər? Axır ki, bu kampaniyanın xeyrini gördük. Salam Elmə. Salam, salam Arzu Gəlirmi? müəllim. Gəlin, gəlin. Niyə gəlmirsiniz? Buyurunuz. Bizim də sizə sualımız hansı olsun? Deyin görün mənə hardan deyin. Hansı mövzular qalıbsa onlardan soruşacağam. Demək. Çalışıram ki, eyni sualları o biri müəllimlərə verim. Çünki o biri müəllim olsa vermişəm, eşitmişsiniz. Hə, bəzi çətin sualları ola bilər ki, təkrar verirəm. Pomidor neçənci əsrdə hardan haraya gətirilmişdi? Deyin görün. 16-cı əsrin ortaları Avropadan Cənubi Amerikaya. Aha. Yox, Avropadan yox. Cənubi Amerikadan Avropaya. Hə, bax həmişə yaddasa onu müəllimlər qarışdırır. Çünki pomidorda yazırdı ki, müəllimlər Avropaya, Cənubi Amerikadan. Və yaxud da ki, siz də belə deyin, dilimizə rahat olsun deyə. Cənubi Amerikadan Avropaya. Bir mənalı yadda saxlayın. İstər pomidor olsun, istər çay olsun, bir neçə bitkilərimiz var ki, hamısı birinci Avropaya gəlib. Cənubi Amerikadan Avropaya gəlib, buradan digər ölkələrə yayılıb. Yaxşı? Belə yadda saxlayın. Aha. Hansı dildən tərcümədə nə idi? Alman dilindən tərcümədə qızıl alma. Alman. İtalyan dilindən, Yox, İtalyan. İtalyan. Alman dili deyildi. İndi bir dəqiqə Arzu müəllimə cavab verir, yoxsa Kəmalə müəllimə? Müəllimə mən Alman dedim. Səhv Hə. demişəm, İtalyan dilində. Mən Hə. idim İtalyan deyən müəllimə. Bildim. Aha, yox, bir dəqiqə qarışdırdıq nəyi? Axı Arzu müəllimə dedim mən gəlim, dedim gəlin. İndi Kəmalə müəllimə cavab verir axı. Şəmalə müəllimə dedi, olar gəlim, dayı mən səsi bağladım, dedim müəllimə gəlsin, ondan sonra gələrəm. Hə, yaxşı, fərq eləmir. Deyirəm axı mən Arzu müəllimə dedim gəlin, indi görürəm ki Kəmalə müəllimə səsi gəlir. Yaxşı, beynimdə sual verirdim, göyə baxırdım. Sonra görürəm ki Kəmalə müəllimə, eyb yox, problem deyil. Hə, Kəmalə müəllimə, o necə yadda saxlamışdı? Açar sözümüz nə idi? Pomidor, i deyir ki İtalyanam. İtalyan. Aha. Özə qızıl nə idi demişdik? Qızıl Qızıl alma. alma. İtalyan qızılı.
Belə də yadda saxlaya bilərik. İtalyan qızılı, yəni İtalyan dilindən qızıl alma. Mənə deyin görüm, pomidor hansı hündürlüyə çatanda daimi yerinə əkirdik? 10-15 santimetr olanda. Aha. Doğrudur, 10-15. Bəs aralarında nə qədər məsafə? 8-12 santimetr. 8-12 doğrudur. Drenajın üzərindən hansı qalınlıqda torpaq? 20-25 20-25 santimetr. drenajın üzərindən. Dəqiq 20-25 idi. Yox, 15-20. 15-20. 15-20 bəli. Müəllimlər deyir törpülər, suvantlar qab. Bəli, bəli, bilirəm, gələcəm indi ora. 15-20 idi, doğrudur. Bəs yaxşı, birdən rəqəmləri hələ soruşuram. Bir görüm rəqəmləri. Elə müəllim var ki, rəqəmləri yadda saxlaya bilmir. Ona görə rəqəmlər soruşuram. Ha. İstimə sisteminin yanında nə qədər qalırdı? 2-3 saat. 2, Yarım saatda manqan məhlulunda saxlanırdı. manqan, doğrudur. Nuray manqan məhluluna töküb bu toxumları, pomidor toxumlarının üzünə çıxanları da götürüb əkib. Amma görür ki, pomidor böyük, Dibə inkişaf eləmir. düşən toxumlar əkilməlidir, üzə çıxan toxumlar atılmalıdır. Aha, doğrudur. Qol budaqlar, zoğlar nə üçün budanırdı? Onlar deməli inkişafı ləngidirdi ona görə. Bir Aha, də meyvəni yubadırdı. Yetişməni yubadırdı ona görə. yetişməni yubadırdı. Pomidor bitkisi nəyin hesabına mineral maddələri suyu torpaqdan öz canına Yüklü çəkir? kök sistemi vasitəsilə. Bəli. Nəyin hesabına sürətlə qol budaq atırdı? Yeni zoğların. Yeni zoğların hesabına, bəli, doğrudur. Mənə deyin görüm, təmizləmə alətlərimiz hansılar idi? Körpü, yeyə, suvant, sumbata kağızı. Aha, amma sumbata kağızı birlikdə alət deyil, o bir materialdır. Yaxşı, Aha. o bir materialdır. Bəs mənə deyin görüm, deyirik ki, törpü, yeyə. Yeyən hissələri yadda qalıbmı? Aha. Dəstək, üzük, daban, kərtik, tircik, bir də uc hissə. Aha, yaxşı olsun. Müxtəlif əyri xətli səthləri, emal payını çıxarmaq, çıxıntıları emal etmək. Körpü, Bu törpüdür. Bəs yaxşı, bərk oduncağında yeyə, istifadə olunur, yeyədir. Məmulatın təmizlənməsində, məmulatın, aha, suvant. suvant, yaxşı. Bəs ya bir də əyri xətli səthlər demişdik də suvantda. Suvant hərəsindən birini uğramışdı, belə demişdik Aha. də. Doğrudur. Xarat mişarın hansı hissələri var idi? Zolaq, diş, dəstək. Əsas Zol- dəstə zolaqdır. Yaxşı. Orada dişlərinin bucaqları vardı. Eninə, uzunluğuna, həmin uzunluğuna bucaqları deyin görək hansı neçə dərəcə? Eninə, uzunluğuna 90 dərəcəyə bərabər olmalı idi. Uzunluğuna da 90 dərəcədən kiçik olmalı idi, səhv etmirəmsə. Eninə də 90-dan. Bax, en həmişə belə yadda saxlayın ki, bu böyükdür. Bax, yeyələrdə deyilər ki, eninə yiyələnmə üsulu var, böyük pay götür. Burada da 90-dan böyük enə düşür. Hə? Aha, Həm en, həm uzun ikisi, iki dənə söz bərabərlik deməkdir. bərabər. Uzunluğu da qalacaq 90-dan kiçik. En də həmişə böyük kimi yadımızda qalsın. Aha. Mənə deyin görüm hardan deyin. Yonucu alətlərdən bayaq soruşmuşduq, amma bir sual da vermək istəyirəm ki, deyirdik ki, hamar yaxsı səthlər əldə etməkdən ötürü bu yonucu alətdən Fuqandan istifadə. istifadə olunur. Aha, fuqandan istifadə. Rəndə hansı əllə tutulurdu? Rəndə deməli, onun dəstəyi sağ əllə tutulurdu, uc hissəsi sol əllə. Yəni demək istəyirsiniz ki, hər iki əllə. Aha. Yoxsa sağ əllə? Ya mənim orada bir şey var idi. Rəndənin deməli dəstəyini onu əllə. çaşdırdım. Sağ əllə tuturduq. Uc Sağ hissəsini əllə isə arxa, sol əllə ön dəstəkdir. Aha, rəndə hər iki əllə dəstək, hər iki əllə tutulurdu. Baxın, sağ əllə arxa dəstəkdən, sol əllə ön dəstəkdən. Hə? Sağ Aha. əl arxa dəstək, sol əl ön dəstək. Rəndədən işləm ardıcılığı yadınızda qalıbmı? Rəndənin birinci qoyduğu səthin üzərinə deyirdi qoy. Ondan sonra nə? əvvəl nişanlayırdıq həmin hissəni, sonra Rəndədə nişanlanma yoxdur. Üzərinə qoyub irəli itələyirdik. Əvvəlcə ön hissədən, sonra arxa hissədən sıxırdıq. Əks istiqamətdə Əltəli hərəkət şəkələr əmələ edəndə gələrsə, səthin üzünə qaldırırdıq təzədən. Düz və hamar şəkil alana qədər də yonurduq onu. Əgər tilişki əmələ gələrsə də əks istiqamətdə yonurduq təzədən. Ay, sağ ol. Hə? 1-2-3 yazan müəllim hansıdır indi danışan? Adınızı Mənəm Gülşən müəllimədir Hə, müəllimə. Gülşən müəllimə 1-2-3 ilə yerib. Mən hardan bilim ki, sizsiz? Hə? Müəllimə bilmirəm ki, Zoom-da adı necə Onu qoyulur. dərsdən Öz-özünə sonra düşüb o. qurdalayın, orada adı dəyişmək olur. Tapacaqsınız, axtarın tapacaqsınız. Yaxşı, baxaram dərsdən sonra. Yaxşı. Kəmal müəllimə, demək nə etdik? Birinci rəndəni səthin üzərinə qoyduq. Deyirdi qoy, nə aha, bilim, irəli itələməlisən.
Bu bir. Ondan sonra deyirdi ki, yonmanın əvvəlində qəlbin ön hissəsini sıxmaq lazımdır, yoxsa arxa hissəsin yonmanın əvvəlində. Qəlbin, Arxa hissəsini yox, Yox, orada sıxırdı. tərs ön. mütənasibdir. Əvvəldə ön. Ön hissə. Qəlbin ön hissəsin, ondan sonra isə arxa hissəsin. Arxa Ön, hissəsi. arxa. Hə, yox, tərsi nə də demək istədim? Deməli, sağ əldə. Bax, belə deyim də sizə. Qəlbin sıxılmasının, dəstəyin tutulması bir-birinə tərsdir. Bax, dedik ki, sağ əldən həmişə öyrəşmişik ki, nəsə irəli belə falan, amma sağ əllə arxa dəstəkdən tuturduq, düzdür? Sol Aha, əllə ön dəstəkdən. Burada ön tərsi yadda saxlayın. Amma qəlbin sıxılmasında prosesin əvvəlində qəlbin ön hissəsi sıxılırdı. Amma sonunda arxa, bu düz mütənasibdir. Bax, qəlbi onu ayrıca da sala bilər ki, rəndədən işləyirəm. Yonma zamanı, yonmanın əvvəlində qəlbin hansı hissəsi sıxılır? Bax, əvvəlində nə götürəcəyik? Ön ön hissəsi. hiss. Bəli. Amma sonunda deyirdi ki, arxa hissəsi. Arxa Ondan sonra hissəsi. deyirdi ki, nə bilim, emal olan sətin üzərinə qaldırmalısan. Sonra nə etmək? Düz hamar səthi əldə olunana qədər yonmalısan. Sonra da deyir ki, əgər İlişki tilişkələr, əmələ gələrsə, əks istiqamətdə yonurdu. bəli, o tilişkələr söhbətdə 2020-də miqsual olub. Təkcə bir dənə o cümlə. 2020-də salmış ki, tilişkələr əmələ gəlibsə hansı istiqamətdə yonmaq lazımdır? Deməli, əks istiqamətdə, hə? Deməli, bu da belə. Bəs mənə deyin görüm, hardan deyin, hardan deyin. Sizə deyəcək ki, nə desin, hardan desin. Vurğulardan soruşum. Vurğulardan demişdik, ən geniş yayılan hansı idi? Spiral şəkillə burada. Aha, vurğunun işlək hissəsində desə, hansı hissələr var, nə götürəcəyik? Əsas kəsəntil, spiralvari kəsəntil, bir də təpə hissə. Yox, işlək hissəsi deyəndə təpəni götürmürük. Orada cümlə var idi. Deyirdi, vurğunun işlək hissəsində iki əsas kəsən, Əsas kəsəntil, 2 spiralvari. spiralvari kəsəntil. Bəli, işlək hissəsində təpə götürülmür, yaxşı. İşlək deyəndə əsas o kəsən tillər götürülür də, belə deyim. Bəs mənə deyin görüm, hardan deyin, hardan deyin. İki oduncaq detaldır, bunları bir-birinə birləşdirirəm. Mismar vurdum, mismar digər tərəfdən çıxdı, nə etməliyəm? Onu sağanaqda əyirik, sonra təzədən vururuq mismarla həmin taxtaya. Aha, yaxşı, olsun. Bu bizə nəyi verir? Təzədən vurduq, nə baş verir? Həmin işin daha möhkəm olmasına gətirib çıxardır. Aha, bəs mismarı vurdum, əyildi. Bu zaman nə etməliyəm? Onu çəkicin başında olan deməli yarıq vasitəsilə çıxartmaq olar ya da kəlbətin vasitəsilə çıxartmaq olar. Ay, sağ olun, doğrudur. Bəs birdən sizə deyir ki, yapışqanların hansı növləri var idi? Təbii, bir də sintetik yapışqanlar. Aha, kazein hansına aid idi? Kazein təbii idi, PVA sintetik idi. Deyirəm ki, bax, o keçən dəfə deyəsən webinarda o yapışqan söhbətinə aid test salmışlar, hə, müəllimlər? Deyin görüm, kim baxmışdı axırıncı webinara? Bəli, Təsir müəllimə. Ay, sən. Orada söhbət ondan gedir ki, axırda Bax, deyir ki, yəni 200 İndi dəqiqə. o sualı, bax, onun daha çətini mən sizə görün neçə illərdə o sualı verirəm. Bax, o situasiya sualının daha çətin versiyasını. Verirəm, yoxsa sualı vermirdim. Bir dənə düzünü etiraf eləyin də. Vermisiniz həmişə. Onun da cavabı orada o idi ki, 2-3 dəqiqə gözləməlisən də. Ay, hələ mən onun bir neçə çətin versiyasını vermişəm. Sizə neçə ildir ha? Bu ildən söhbət getmir. O situasiyanın sizə mən çətinin neçə ildir? İndi daha gedib kim orada yaza bilmirsə ona mən neyniyim? Hə? Yəni mən sizə sadəcə kitabı bəziləri kimi əzbərətmirəm də. Müəllim, burada bunu de, bunu de, bunu de. Həm onları soruşuram, həm üstəgəl situasiyalar da öz yerində. İndi gəlin bir neçə situasiyanı çıxaraq oradan. Aha, YouTube'da da yazıblar, bəli. Siz də ramalı misal gətirin. Bəli. Yəni indi nə deyim ki, müəllimlər? Mən sizə inanın ki, hər tərəfli keçirəm. İstər situasiyası olsun, istər hər tərəfdə. Yəni hamısının adını çəkmək istəmirəm burada. Onu mən daha o sualı daha neçə ildir verirəm. İndi bu ilin sualı deyil. Düz hələ o webinara mən tam vaxt eləyib baxa bilməmişəm. O sınaq, bu dərs, bu əlavə dərslərimiz indi baxacam axıra qədər, amma bilirəm ki, o günləri müəllimlər atdı. Bir neçə sualı göz gəzdirdim. Yüngülvari 5-6 suala baxmışdım. Onu da gördüm ki, bu sual da oradaymış. Nəysə, mənə deyin görüm indi Kəmalə müəllimə. Ramal. İki oduncaq parçası götürüb, taxta tircik götürüb bir əl boyda. Bunları birləşdirmək istəyir. Bu nə üçünsə hər hansısa bir işə lazımdır. Deməli, yapışqanı çəkib oduncağın səthinə. Yapışqanı çəkən kimi dərhal o biri tirciyi qoyub bunun üzərinə. Amma yaxşı bərkidilmə əldə eləməyib. Niyə? Səbəblər nə ola bilər? Səbəblərdən birincisi
Deməli, o həmin yapışdırılacaq hissələrdə olan toz hissəciklərini təmizləməyib. Birincisi Bu bu bir. olar. İkincisi də onu 2-3 dəqiqə yapışqan çəkəndən sonra onu gözləmək lazımdır ki, o həmin taxtaya hopsun. Ay, sağ olun. Bax, Bir də onu sıxacıda sıxmaq lazımdır ki, daha möhkəm olsun. bəli. Bax, hər versiyasını demişəm. Təkcə tozu, orada bir versiyasını vermişsiniz, yadımda deyil hansı versiyasını. Yəni, təkcə toz təmizləmək, bunu deyim, bitim yox. İndi bir versiya versə, bir versiyasını cavabda götürəcəyik. Amma mən sizə hər versiyanı deyirəm ki, həm tozu təmizləb, ola bilər ki, bir neçə versiyanı rəqəmdə qoyar. Tozu birdə qoyar, nə bilim 2-3 dəqiqə gözləməni o birisində qoyar, sıxacıda qoyar ki, yəni beyninizi açıram ki, hər versiyanı göz önündə canlandırın. Göz önündə o deyir, tüklədim ki, göz önündə bulundurun ki, o biri versiyalarda bizə vacibdir. Deməli, bəli, birinci mən bunu tozun çirkin təmizləməliyəm ki, nə olsun, bir yapışqanı da tökəndə bir bərkidilmə yaşır. Birinci tozu çirki təmizləmək. Sonra yapışqanı çəkdin, deyir 2-3 dəqiqə gözlə ki, bir yapışqan bunun canına hopsun, canına keçsin. Ondan sonra o birisini qoy, ən sonunda da tam bərkidilmə istəyirsənsə, sıxacda nə etməlisən? Sıxıb saxlamalısan. Bəli. Doğrudur, bəli. Bəs yaxşı, Ramal bu dəfə də kazein yapışqanını suda həll eləyib. Kazein yapışqanı. Və deməli, həll eləyəndən sonra 5 saatdan sonra çalışır ki, bu yapışqanı o bir oduncağın canına çəksin, səthinə çəksin, belə deyim. Bunu da üstünə qoyub bərkdir, amma görür ki, eləyə bilmir. Niyə? Yapışmayacaq. Çünki kazein yapışqanı hazırlandıqdan 3-4 saat istifadə olunmalıdır. Yəni ondan sonra istifadə oluna bilmir. Öz Bəli, keyfiyyətini itirəcəkdir. bəli, doğrudur. Demin bax, növbəti dəfə bəlkə bu sual gələcək sizə. Yəni, hər tərəfli beynimizi açmalıyıq suallara qarşı. Doğrudur, bəli. Hansı mövzudan sual gəlsin? Deməli, ondan soruşmuşam. Müəllim, Ramal metalları verməmisiniz 14-cü mövzu. 14-cü mövzumuzda nə var idi? Metal təbəqə hansı dərəcələrdə əldə olunur? Başa düşmədim müəllimə. Hə, məsələn, təbəqə metal əldə eləmək istəyirəm. Hansı dərəcələrdə? Nazik təbəqə metal. Prakat yoxsa xəfif? dəzgahlarında. Prakat dərəcəğində. Prakat dərəcəğində nə edirdik onu? Nəyin arasında? Valların arasından keçirməklə. Ay, sən doğrudur. Bəs katanka hansında? Prakat yoxsa çəkmə üsulu ilə? Salam müəllimlər. Yeni qoşulmuş. Prakat dəzgahlarında alınırdı. Daha nazik məftil isə çəkmə dəzgahlarında çəkici dəzgahlarda çəkmə üsulu ilə alınırdı. Çəkmə üsulu ilə doğrudur, bəli. Bəs yaxşı, katankanın kəsin diametri nə qədər idi? 5 millimetr. 5 artıq olmalı. millimetrdən çox olmalıdır, hə? Aha. Bəs tənəkənin qalınlığı nə qədər idi? Tənəkə 0.2 millimetr, 0.5 millimetr arası. Tənəkədə bu qədər. Bəs yaxşı, nazik təbəqə metal, onun 2 qalınlığı millimetr. 2 millimetrə qədər. O bərk idi, ağır idi. Sonra nə, dəmirdən karbonun birləşməsindən yaranırdı? Nazik təbəqə metal. Yox, adını deyin. Məsələn, alüminiumdur, Polad. poladdır. Qırmızı rəngdə, qırmızımtıl idi, ağır. Misdir. Alüminiumla misin ərintisindən yaranır. Bir alüminium idi. Dür alüminiumdur. O özü də gümüşü rəng idi, yüngül metal idi. Alüminiumun özü. Aha. Metalların hansı xassələri var? Onlar nəyi keçirir, nəyi keçirmir, nə bilim belə bir. Möhkəm idi. Deməli, istiyə davamlı idi. İstilik keçiriciliyi qabiliyyətinə malik idi. Möhkəm idi. Bir də Bərkliyi var. Aha. Doğrudur, bəli, bəli. Bəs yaxşı, son olaraq bir sual da verək. Mənə deyin görüm. Sizə deyəcək çilingər Versakı bir də kombin edilmiş. Hansında bir hissə yox idi və hansı hissə idi o? Çilingər versiyasında alətlər üçün yeşik var, kombinə edilmiş də yoxdur. Doğrudur. Yaxşıdır. Yaxşıdır. Sizinlə də bu qədər. Çox sağ olun. Belə, siz də sağ olun. Sonra kim gəlmək istəyir müəllimlər? Bir neçə müəllimi də sual Gəlim cavab mən edək. müəllimə. Gəlin, Gülşən müəllimə. 1, 2, 3. 1, 2, 3 müəllimə. Gülşən müəllimə gəlin. Mənim Deməli- dəftərinizdə nə yazırsınız? Həmişə merak etmişəm. Necə başa düşmədim? Deyirəm, mənim dəftərinizdə nə yazırsınız? Həmişə Hə, deyirəm, merak Bura etmişəm. sual cavab elədiyim müəllimlərin adını yazıram. Kimləri sual cavab eləmişəm adları Elə bizim yazıram. qiymətdə yazırsınız. Plus minus qoyuram amma hərdən belə vaxt tapanda plus deyirəm, hansı suala düz cavab verdi, hansına minus belə. Axırda baxıram ki, kimin neçə plusu keçir, neçə minusu var. İndi hərdən vaxt olmayanda təkcə məsələn bir dənə plus qoyuram. Deməli belə.
Və hətta ki, hər hansısa müəllimi nəzarətə götürəndə ki, bu keçən dəfə mənə tutaq ki, zəif cavab verib, gələn dəfə onu sual cavab eləyəndə ona xüsusilə plus minusları düzürəm. Həmin müəllimlərə xüsusilə ki, görüm bu dəfə o birisindən nə fərqləndi. Deməli, belə Zərifə müəlliməm. İndi Ətraflı məlumatı üçün təşəkkürlər. minnətdarıq. İndi Gülşən müəllimədən gəlin nəyə soruşaq? Gülşən müəllimədən nəyə soruşub? Elə Çilingər Versakı demişkən, Məngənənin hansı hissələri var idi? Məngənənin müəllimə dodaqları var, hərəkətli dodağı var, hərəkətsiz dodağı var. Sonra dayağı var idi, ona çatı da deyirlər, dayaq çatısı. Sonra dəstəyi var idi, dəstəyin ikinci adı da link idi. Bir də Aha, vinti var idi, vint qaldı yadımdan çıxdı. aha. Vint, hərəkətli dodaq, hərəkətsiz dodaq, dayaq çatısı, dəstək ya da link. Hərəkətli dodağı var idi, bir də hərəkətsiz dodaq, düzdürmü? Belə Aha. deyim də sizə sualı. Bu nəyə? Dəstəyə yaxın olan dodaq var idi. O hərəkətli idi, yoxsa hərəkətsiz? Dəstəyə yaxın olan müəllimə, Aha, bəli, bəli. dəstəyə yaxın olan hərəkətli idi. O biri Ay, tərəfdəki, əks istiqamətdəki hərəkətsiz. Çünki dəstəyi fırlatdıqda hərəkətli dodaq itələnirdi qabağa. Allah, bəli, doğrudur. Dayaq çatısına yaxın olan isə o artıq hərəkətsiz idi. O hərəkətsiz idi. Bəli, bəli. Elman müəllim yazıb formativ qiymətləndirmə. Hə, deməyin də. Formativ qiymətləndirmə aparıram da burada. Deməli, bəs yaxşı. Sizə deyir ki, desin hansı mövzudan. Qoy beynimizi formatlayaq. Metal təbəqənin səthində çirki pası tozu var. Bunu nədən təmizləyə bilərəm? Çirk pastoz deyirsə, onda onu sumbata kağızı idi, bir də cilalayıcı qəliblə təmizləyirdik. Amma şey var idi orada. İti kənarın desə, İti kənarı desə, onda bircə dəqiqə kərtikli, xırda kərtikli yeyə ilə. bəli, bəli. Bəs təmizlənən səth elə o var idi o mövzuda. Məngənənin dodaqları nə qədər hündürdə olmalı idi? O 5-8 millimetr idi də deyəsən. 5-8 milli idi, bəli, doğru. Millimetr idi. Bəs elə o mövzuda bir də bilsiz nə vardı? Ensiz metal zolaq və məftilləri nədən əyə bilərəm? Ensiz metal zolaqlar yastı dodaq və yastı dodaq kəlbətindən. Yastı dodaq yoxsa yastı ağız? Yastı ağızda. İki dənə idi. Yastı ağız və yumru ağız, hər ikisi. Yumru ağız. Aha. Halqa formasına salanda da yumru ağızdan istifadə Bəli. eləyirdik. Bax, halqanı soruşsa birini götürəcək. Halqa, yumru Yumru ağız. ağızı. Amma ümumi soruşsa ki, ensiz metal zolaq və məftilləri əymək istəyirəm, bu zaman ikisində. Hər ikisi, yastı ağız, bir də yumru ağız. İkisində də öz ağız söhbəti, dodaq söhbəti yoxdur. Bəs yaxşı, mənə Amma deyin. müəllimə düzəldilmədə bir dənə kəlbətin idi, o yastı ağız kəlbətin idi. Qalın məftildə. Elə bil onu belə yadımda saxlamışam ki, kəlbətin düzəldilmədə də var, əyilmədə də var. Düzəldilmədə bir kəlbətin Bir idi, o idi. yastı ağız kəlbətin idi. Bəli. Amma əyilmədə həm yastı ağız, həm yumru ağız, halqa forması təkcə yumru ağız. Aysan, düzdür. İndi sizə deyirəm ki, Ramal bir məftil götürüb, bu məftili yastı ağız kəlbətinlə düzəldib. Bunu başqa nəyin köməyi ilə düzəldə bilər? Əgər qalın məftildirsə, onun götürdüyü çəkiclə də döyəcləyərək də düzəldə bilərdi. Aysan, Yox, əgər nazik, yumuşaq məftildirsə, onun müxtəlif üsulları var idi. Biri məngənə idi. Məngənədə 2 taxta tirciyi qoyurdu, onun arasından çəkirdi. Digər taxtanın üzərinə cərgə ilə mismarlar vururdu. Həmin mismarların arasından keçirdirdi. Sonra sağanaq var idi, silindrikli sağanaq. Onun çevrəsi boyunca darta bilərdi. Yəni, yadıma gələn bunlardır. Bu üsullarla düzəldə bilərdi. Bəli. Məsələn, indi birdən sizə deyəcək ki, Ramal bir məftil götürüb, mismarların arasından keçirib düzəldə bilməyib. Bu necə məftildir? Onda o qalın olubdu da, naziyi o mismarlardan Hə. keçirdə Bax, bu bilərdi. suallarda mən neçəli situasiya halında verirəm. Amma vaxt gələcək, onlar da düşəcək. Narahat olmayın. Vaxt gələcək, onlar da düşəcək. Bir də görəcəksiniz ki, bu suallara da rast gələcək. Amma bu sualları indi yox ha. Neçə ildir o sualları verirəm. Bir dəfə paylaşdım ödənişsiz qrupda neçə il bundan qabaq. Aha, bir də gördüm ki, hamı paylaşır o suallar tipində, amma o vaxta qədər heç kim paylaşmırdı. Zaman gələcək o suallar da düşəcək Migə. Bəs yaxşı, mənə deyin görüm, hardan deyin. YouTube-dan bizi izləyən müəllimlər, hərdən zəhmət olmasa ekranımızı bəyənin. YouTube-umuzu like eləyin. Like eləməyənlərin interneti gedib gəlməyəcək. Demək, sizə deyirəm ki, pərçim, düzdürmü? Pərçimin belə deyim, dəliyin diametri pərçimin diametrindən nə qədər böyük olmalı Bəli. idi?
böyük olmalıdır. 0,1, 0,2 millimetr böyük olmalıdır. Aysan. Qatlama üsulundan haralarda istifadə olunurdu? Qatlama, hə. Qatlama üsulu ilə müəllimə polad təbəqələri idi, sonra dam örtükləri idi, ventilyasiya və su ötürücü borular idi. Bunlarda qatlama üsulundan istifadə olunurdu. Amma pərçimlər daha böyük yerlər, yəni gəmi qayırma, sonra təyyarə qayırma, gəmi qayırma, sonra nə var idi? Körpü Körpü salma. salma var idi. Bir də bəzi metal məişət avadanlıqları var idi. Aysan, doğrudur, bəli. Mən dərsdə bu suallardan istifadə edirəm. Uşaqlara çox maraqlı. Hə, situasiya sualları, bəli, uşaqlara maraqlı gəlir. Bu ramal niyə bütün situasiyalarda var? O da məslək sırrı. Aha, Müəllimə onların ardıcıllıqlarını da sayım da, bir dənə sayın, çətin gömdüz deyil. gedirəm. Hı-hı. Birinci qatlamanı deyim, sonra pərçimi. Olar, problem deyil. Yaxşı. Qatlamada birinci 90 dərəcə bucaq altında Bax, əyirdik. əllərimlə göstərirəm. Ha, müəllimə diqqət eləsin. 90 dərəcə bucaq altında əydim. Aha. Aha, sonra çevirirdik. Yo, tələsmirik. Birinci Aha. 6-8 milli nə idik? Hə, 90 dərəcə bucaq altında əyib 6-8 millimetr əyirdik, sonra çevirirdik. Aha. Çevirəndən sonra 2-3 millimetr aralıq qatı qoyurduq. Ondan sonra qıfılla salırdıq, sonra taxta çəkiclə zərbələr vururduq. Həmin o çıxıntılar da aralanmağa imkan vermirdi. Aysan, bu da oldu qatlama tikişi. Bax, bir-birinə Bu qatlama keçdi. Hə, doğru. Aha. Aha, Sonra o birisi. birisi pərçimdə də birinci mütləq hər şeydə olduğu kimi burada da nişanlama aparırdıq. Hı-hı. Birinci nişanlayırdıq, sonra deşik açırdıq. Sonra pərçimi həmin deşiyə salırdıq. Orada bir rəqəm var idi ki, pərçim mili 1,3, 1,6 üzə çıxsın, D belə üzə çıxsın, belə bir söz O var idi verdiyi orada. konkret rəqəmdir ki, bizə məcburiq ki, onu yadda saxlayıb. 1,3, 1,6 D qədər. 1,3, 1,6. Sonra başlığı saxlayıcının oyuğuna salırdıq. Sonra çəkic zərbələri vururduq. Sonra dairəvi çəkic zərbələri vururduq. Sonra da sıxacla ona forma verirdik. Aysan, bəli, başlığı deyirdi oyuğa yerləşdirmək lazımdır. Aha, Ondan sonra sonra çəkic zərbələri endirirsən. Aha, sonra doğrudur. dairəvi çəkicdən zərbələr vururduq, yazılmışdı. Ən Aha. sonda da sıxacla forma verirdik ona. Aysan, doğrudur, əla, yadınızda qalıb. Çünki niyə biz ona zərbə vuranda onun başlığı öz formasını itirir deyə, ona görə deyir ki, sıxacla biraz ona nə etməlisən? Forma verməlisən. Forma verirsən. Doğrudur, bəli, yadınızda qalıb. Bəs mənə deyin görüm. Sizə deyəcək hansı mövzudan hardan desim. Deyirəm ki, onu yox. Sadə elektrik dövrəsinin elementlərini bizə ardıcıl sayın. Yaxşı. Sadə elektrik dövrəsi, açar, közərmə lampası, ardıcıl sayım. Üzr istəyirəm. Ardıcıl deyirsinizsə, birinci cərəyan mənbəyi ilə başlayırdı. Cərəyan mənbəyi, közərmə lampası, açar, naqillər. Doğrudur. Bunun ardıcıllığının da səbəbini sizə 6-cı sinifdə deyəcəm inşallah. Yaxşı. 6-cı sinifdə deyəcəm ki, bu niyə ardıcıl lazımdır bizə, onu deyəcək. Çünki cərəyanın axınına görə onu da orada geniş şəkildə izahını vermişəm. Hətta müəllimlərə ən çətin gələn mövzuda onu o qədər formalardan izah eləmişəm ki, elektrik mövzusu demək olar ki, artıq bizim müdavimlərimizin çoxuna aiddir. İndi bir neçəsini demirəm, hamısına demirəm. Çünki elə müəllim olur, həmin vaxt dərsə qoşulmur, sonradan qayda baxmır, öz məsuliyyətsizliyi olur. Eləsi olur, dərsə izahıma qulaq asmadan gəlir. Məsələn, dərsə düzü gələndə dərsdə öyrənə bilirsiniz, amma qayda baxıb, izah videomuza, analizə baxıb gəlib dərsdə möhkəmləndirən bu lap əla olur. Amma demək ki, çoxu, məsələn, çox qruplarda artıq geri-çatır. O mövzuya gələndə ağlaşırlar, amma mövzunun sonunda deyirlər müəllimə aydın olub. İndi orada inşallah sizlər də çatacaqsınız. Mənə deyin görüm, hardan deyin. Elektrik enerjisi digər yerlərə nəyin köməyi ilə ötürülür? Transformatorların. Transformatordan ötürülür, yoxsa? Elektrik stansiyalarının digər naqillərin köməyi Çətin ilə. sualları cavablandırır, gəlir asan sualda. Sual çatmadı mənə müəllimə. Naqillər. Transformatorlar gərginliyi artırıb azaltmaq üçün istifadə olunur. Sualı səhv başa düşdüm. Aha, evlərə yaxın hansı transformator quraşdırılırdı? Evlərə yaxın deyirdiksə azaldıcı transformatorlar idi. Amma fabriklər, zavodlar, sənaye deyirdiksə yüksəldici transformatorlar idi. Bəli. Bəs o mövzuda belə bir şey vardı. Ta ki, itkini azaltmaq istəyirəm. Yüksək gərginlik yaratmaq lazımdır, yoxsa aşağı gərginlik? Yox, yüksək gərginlik yaradırdıq. İtkini azaltmaq üçün gərginliyi yüksək yaradırdıq. Doğrudur. Cəryanın keçməsi üçün dövrə qapalı olmalıdır, yoxsa açıq olmalıdır? Mütləq qapalı olmalıdır. Qapalı olmalıdır, bəli, doğrudur. Bir sualda sizə hardan gəlsin, hansı mövzudan gəlsin? Mənə deyin görüm, biraz elə partiyadan soracaq. Dedik ki, partiyanın əri tərəfindən bir sap çıxardı, onu izi ilə kəs.
Hə, o kəsiklərin düzəldilməsidir. Aha. Parçanın üst tərəfi içəri olmaqla qatla diaqonallar boyu O da. əyriliyin aradan qaldırılması, diaqonallar boyda artırıqsa. Doğrudur. Ütünün çəkisi neçə kiloqrama qədər olurdu? 1 kilodan 5 kiloya qədər. Aha. Rezin xalçanın olub olmadığını yoxla. Hansı təhlükəsizlik mərhələsinə aiddir? O ütüləmə zamanı. Rezin Ütüləm xalçanın olub olmadığını olub yoxla. olmadığını ütüləmədən əvvəl, ütüləməyə Amma rezin, başlamamışdan əvvəl. amma rezin xalçanın Xalçanın necə üzərində dayanışdı? dayanın desəydi, o zamanı idi, ütüləmə zamanı. Bəli. Şablon hazırlayın. Şablon da deyirəm. Aha. Tutqaç hazırlayacağıq. Onun kiçik bir mərhələsi vardı. O ardıcılığı sayın gedin. O 3 dənə idi. Eskiz, şablon, biçmə. Bitmə. Doğrudur. Yaxşıdır vəziyyətiniz. Sizinlə də bu qədər. Çox Son sağ olun. olaraq siz də sağ olun. Son olaraq bir müəllimi də alaq, ondan sonra yekunlaşdıraq. Hə? Son olaraq kim gəlmək istəyir? Arzu müəllimə bayaq qalmış. Yaxşı. Düşünürəm ki, demək olar ki, çox hissələri sorğu-sual elədik, hə, müəllimlər. İndi qaldı ki, məsələn, bəzi ardıcıllıqlar var. Onlar mənim sınağımda var, işləyəcəksiniz. Hələ imtahana yaxın sınaqlarımızın sayını lap da artıracağıq, testlərimizin sayını bu öz yerində. Bəzi gizlin yerlər var ki, onlar da işləyəcəksiniz. Bu belə. Ondan sonra alətin hissələri, tutaq ki, onu indi şifahi soruşmaq olmur ki, hə, bu alətin hissələri. Amma ekrana gətirəcəm, onları əlavə dərslərimizdə imtahana yaxın. Bundan da narahat olmayın. İndi bəzi şəkillərdə testlərimdə var. İşlədikcə görəcəksiniz. Amma ümumi vəziyyət üçün, yəni material qrupu olduğunuzu nəzərə alıram. Hər dərs canlı sual-cavab getmədiyini nəzərə alıram. Yəni həqiqətən yaxşıdır vəziyyətiniz. Maşallah, bu həftə neçə müəllim sual-cavab eləmişik. Yaxşıdır vəziyyət. Mən də testləri yaxşı işləmişəm. İndi baxaq sual-cavabda necə olar. Yaxşı olar. Hansı bölgədənsiz Arzu müəllimə? Lənkərandan. O dəqiqə hiss elədi. Dedim 100% Lənkəran Astara bölgəsi, Cənub bölgəmiz lap yaxşı. Evet. Demək, bizə deyin görək hardan soruşaq sizdən. Deməli. 18-ci əsrə qədər muncuq hansı ölkədə inkişaf eləmişdi? Venesiyada. Venis. Amma 18-ci əsrdə rəqib çıxan? Şimali Çexiya, Bohemiya. Aha, doğrudur. Növbəti canlımız nə vaxt olacaq? Belə deyim də, canlıdan bağlı o qədər mesajlar var. Elə bugün onunla bağlı paylaşım eləyəcəkdim. Hələ vaxtım yoxdur, eləyəcəm amma. Müəllimlər çoxu yazır ki, niyə haçanda canlı açmış? Son dəfə nasazladım, bilirsiniz, onda səsim batdı. Səsim batdı, həm kurikulum canlılarımız qaldı, həm də ixtisaslan canlılarımız. Amma yəqin ki, indi bu günə sabah əlavə dərslər salmışam deyə bir də sınaqlar, testlər hazırlayıram. Canlı üçün vaxt tapa bilmirəm. Amma çalışacağam ki, bu həftəçi həm bir ixtisas canlımız olsun, həm də bir kurikulum canlımız. Yaxşı olacaq bu gün, narahat. Bu gün yox, bu həftəçi. Yəni məktəb açılmamış, nə qədər evdəyik, deyirəm ki, əlavə dərslərimizə keçək. Çünki sabah sertifikasiya müəllimlər üçün əlavə dərs salmışam. Birisi gün üçün müxtilər üçün əlavə dərs salmışam. Bu gün indi material qrupumuz üçün bir də öz dərslərimiz də var da. Bu gün bir kurikulum, bir ixtisas dərsimiz var. Üstəgəl mən sınaq hazırlamalıyam. Ona görə indi canlılarımızı biraz yubatmışıq, amma açacağam. Yaxşı müəllimlər. Həm ixtisasın sertifikasiya apreldə olacaq deyirlər, düzdür? Yox, apreldə bilirsiniz kimlər üçün? Aprel-may ayı Naxçıvan müəllimlərimiz üçündür. Amma digər müəllimlər üçün inşallah iyunun 14-dən sonra gözlənilir. Deməli, belə. Gəlin indi nədən davam eləyək? Hansı mövzudan? Elə muncuq demişkən, mənə deyin görüm, 3-cü muncuq, 4-cü muncuq söhbəti bu hansındaydı Arzu müəllimə? 3-cü muncuq, 4-cü, deyirdik. Xaçvarı. Xaçvarı. Xaçvarın ikinci adı nə olmuşdu? İki sapla. İki sapla Yox, yoxsa iki iplə. iki iplə. Aha. Muncuq da demişkən gəlin bir də soruşum. Özü bayaq soruşmuşam o biri müəllimlərdən, amma indi elə müəllimlər çətin gəlir də. Mənə deyin görüm, sadə zəncir düzməsi ən rahatıdır. Ona görə onu soruşmuram. Düzdürmü? İki əllə tutulan sapın ortasına, bir muncuq, qalanların sapın istənilən ucuna. Qarşıya hörmə. Qarşıya hörmə. Lazımi miqdarda muncuq götür, ilgəklərdə təsbih, sonda burulmasına apar. Burulur ilgəklərlə hörmə. İlgəklərlə. İki sapla və yaxud da ki, bir sapla məftilin iki ucu ilə yerinə yetirilir. Paralel hörmə. Bu paralel hörmədir. Bəs yaxşı, bir sıra muncuq dənələrin düz qalanların birinciyə qarşı olmaqla keçir. Paralel hörmə. Bəli, həmişə müəllimlərə belə göstərirəm, deyə artıq o yadlarına qalır. Bir sıra muncuq dənələrin düz, digərləri həmin uca deyirdi ki, yəni həmin ucun birinciyə qarşı olmaq da keçirilir. Hə? Həmin ucun o belə deyək də o birinciyə qarşı olmaqdan artıq paralellik yaranırdı orada. Sonuncu muncuğu düz qalanların həmin ucu əks istiqamətdə. İynəyə bənzər. Bu iynəyə bənzərdir, bəli. Əslində ip birdir, hər iki ucu da işləyir. Necə? Əslində, deyəsən bunu bayaq soruşdum, amma eyb yox deyil. Əslində ip birdir, hər iki ucu da işləyir.
O qarşı hörmə idi. Yo. Əslində ip birdir, amma hər iki ucu da işləyir. Xaçvarı. Xaçvaridir. Və o birisindən qarışdırmayın ha. Baxın, əslində ip birdir, hər iki ucu da işləyir. Bu xaçvarinindir. Amma desə ki, deməli nə? O birisində deyəcək ki, iki sapla və yaxud da ki, bir sapın məftilin iki ucu ilə yerinə yetirilir. Bu paralel hörmədir. Yaxşı. Bax, əslində yeni şey gəlib çıxar. Amma cümlə və cümlə yadda saxlamalıyıq ki, tezdə səhv eləmək. Əslində ip birdir, hər iki ucu da işləyir. Bunu görsək xaçvarinindir. Ümumiyyətlə, muncuqdan işləyən zaman neçə nömrəli xüsusi iynələr lazım olurdu? Nömrə 1, nömrə 0. 0 və 1 nömrəli. Bəs birdən sizə deyəcək ki, muncuqları deyirdi ki, nələrinə görə ayrı-ayrı, nə bilim, bağlamalara yığım, qablara yığım. Nömrələrinə görə idi, rənglərinə görə idi, ölçülərinə görə idi. Oradan nömrəni çıxın, qalsın o 2 dənə. O 2 dənə qalsın. Ölçülərinə görə. Bəli, rənginə və ölçüsünə görə. Rəngləri, nə bilim, indi eyni rəngləri bir bağlamaya, bir də ölçü, balacadır, orta ölçülüdür, nə bilim, iri ölçülüdür. Yığacağıq bunlara görə ayrı-ayrı bağlamalara ki, əlinizi atıb götürəndə rahat olsun. Mənə deyin görüm, hardan deyin, hansı mövzudan deyin. Mövzumuzdan ondan sonra qida gəlirdi, belə, düzdürmü? Qidadan bayaq soruşmuşam, amma birini də soruşaq. Sizə deyəcək ki, yorğunluğu, düzdürmü? Hələ ardı gəlməyib ha. Bax. İndi cavabım kakao olmayacaq. İndi dayanın siz. İndi cavab kakao olmayacaq. Yorğunluğu və susuzluğu aradan qaldırır. Bu çaydır. Ay, sağ. Ona görə tələsmirik. Ona görə tələsmirik. Bəs mənə deyin görüm, həyat qabiliyyətini, iş fəaliyyətini artıran içki hansı idi? O da kakao. O, kakaodur deyirsiniz. Yalansa yazıqlar olsun. Ay, yox. O Həyat qəhvə idi. Qəhvə idi. Həyat qabiliyyətini, iş fəaliyyətini artıran o qəhvədir. Yorğunluq və susuzluq çayındır. Yorğunluq və stres kakaonundur. Kakaodur. Doğrudur, bəli. Bəs birdən sizə deyəcək ki, hardan desin, nəyi desin. Nuray özü üçün bir buterbrod hazırlayıb. Üzərinə ərzaqları isti halda yığıb. İsti halda səhv eləmirəmsə tartellər olmalı idi. Tartellərdir, bəli. Balaca oradan bizə nəsə göstərir, hə? Kuklasını göstərir. Mənə də göstər deyir. Hə, gördük səni. Bax, qızlar da səni gördü, hamı. YouTube'dan qızlar da səni gördü. Çox sağ ol. Hörümçək adamı göstər. Deməli, belə. Bəs mənə deyin görüm, Arzu müəllimə hardan deyim? Mətbəx yumurtası neçə günə qədər, pəhriz yumurtası neçə günə qədər saxlanılır? Pəhriz yumurtası 5 günə qədər, mətbəx yumurtası 30 gün. Yaxşı. Yumurtada hansı vitaminlər var idi? A, D, B. A, D, B yaxşı olsun. Bir də zülaldır, kalsium, fosfor, dəmir. Aha, Duzlar da yumurtanı var idi. yumaq üçün doğru. Yumurtanı yumaq üçün neçə litr suya nə qədər duz götürmək lazım idi? 1 litr suya çay soda əlavə edilir, çay sodası. 1 xörək qaşığı, 1 çay qaşığı idi desən. Yalansa yazıqlar olsun. 1 litr su idi. Sonra o biri müəllimlər desin. 2 xörək qaşığı çay sodası. 2 xörək qaşığı çay sodası, bəli. Bu muncuqları sizinlə öyrəndim, Bəhriyə müəllimə yazıb, nə gözəl. Etirafınız üçün də təşəkkür edirik. Təşəkkür edirik. Deməli, 2 xörək qaşığı, bəli, bax, xörək qaşığı yadda saxlayın. Belə düşünün də, 1 litr su götürmüşəmsə, buna çay qaşığı soda əlavə etsəm, bu nə təsir eləyəcək? Bax, belə düşünsəniz, çay qaşığı versiyalarının üzərindən xətt çəkəcəksiniz. A, B, C, D, E, 5 dənə variantı üçünə yazacaq da ki, çay qaşığı. Tez xətt çəkdik. Qalacaq xörəyin üzərində. O da 1 litr su olduğuna görə 1-ə 2. Bax, belə götürün ki, 2 xörək qaşığı. Çox gözəl izah oldu. Nəysə, bəs mənə deyin görüm, sizə deyir ki, hansı mövzudan? Hansı mövzudan, hara qaydaq. Ondan da soruşmuşam, o mövzudan da soruşmuşam. Oradan da soruşduq bayaq. Yaxşı, sizə desin, nəyi desin? Görək hansı mövzu sizə çətin gəlir? Nədə ki, hansı mövzudan sual verim? Fərqi var Mən yoxsa yox? sadəcə canlıdır deyə biraz səhvlərə gedirəm. Testlərdə belə 5-ci sinifdə çətinlik çəkmirəm. Testləri hamısını yaxşı işləmişəm. Müəllim parça ilə bağlı suallar verir, zəhmət olmasa. Parçadan yaxşı. Əslində parçadan bayaq vermişəm, amma parçadan hansı mövzularımız qalıb ki, ülgü, o ütüləmə, onları soruşmuşam. Yaxşı, gəlin soruşaq. Eybi yox, Arzu müəllim, olsa şifahi sual-cavab belədir ki, yenə deyirəm, variant daha rahatdır. İnsanın qarşısında variant olur, 4 dənə, 5 dənə çıxdaş. Amma şifahi sual-cavab həqiqətən çətindir.
Bu bir çətinlik yoxdur, narahat olmayın. Mənə deyin görüm. Deyirəm ki, tutaq ki, Nuray geyimi hazırladı, sonra ütülədi. Bu hansı mərhələdir? Ütülənmənin hansı O mərhələsidir? yekundur. Yekundur. Amma hər prosesdən sonra bu aralıqlarda ütülənməni həyata keçirirsə, O aralıqdır. bu aralıq olacaq, doğrudur. Parçanın cot tərəfi var idi. Bayaq dedik onu kəsmişəm. Hansı mərhələ idi? O səhv eləmirəmsə kənarların kəsilməsi. Bəli. Amma deməli nə etmişdik? Əyri tərəfindən bir sap çıxardıb onun izi ilə kəsmişdik. Kəsiklərin düzəldilməsi. Doğrudur. Üst tərəfi içəri olmaqla qatılab, ondan sonra diaqonal boyu dartılıb. Əyriliyin aradan qaldırılması idi. Doğrudur. Rəngli yeri var, nə bilim dəliyi var, deşiyi var. Onu deyir ki, qüsurların aşkar edilməsidir. O da təbaşir rəngli saplarla qeyd edilir. Ülgülər yerləşdirmək istəyirəm. Nəyə diqqət eləməliyəm ülgünü yerləşdirən zaman? Ə, Aha. Parçanın belə deyim də, eninə sapları yoxsa uzunla sapı boyu? Uzunluğa sapı boyu. Uzunla sapı boyunca oxlar üst-üstə düşməlidir. Ülgünün üzəri ilə parçanın uzuna sapı boyu istiqaməti eyni olmalıdır, üst-üstə düşməlidir. Bəli. Bax, indi sual verirəm, tutaq ki, Arzu müəllimə. Biz bu ülgünü yerləşdirən zaman düzgün yerləşdirməmişiksə, sonradan geyimimizdə hansı qüsurlar üzə çıxacaq, hansı nöqsanlar üzə çıxacaq? Ə, Mən deyim Dartılacaq mi? və forması itəcək. Dartılıb Təbii formasını yaranacaq itirir. geyimdə. Bəli. Bax, dartılma olacaq, öz formasını itirəcək, doğrudurmu? Demək, belə. Yanvar qrupu ilə dərsimiz elə öz saatında olacaq. Bu gün saatları dəyişdirməyəcək. Düz indi bayram tətili ilə bağlı biraz bəzi qruplarımızda saatları dəyişiklik elədik. Amma bu gün dəyişdirməyəcəm daha. Çünki elə saat indi bu dərsdən çıxacağıq. Saat 7-də kurikulum dərsimiz var. Kurikulumdan çıxacağıq. Saat 9-da da ixtisas dərsimiz. Bu gün qrupların saatını dəyişməyəcəm. Bayram tətili olduğuna görə çox qruplarımıza saat dəyişikliyi elədik. Axşama saxlamırdıq, amma bu günləri elə belə olsun. Yaxşı, çünki mən bir sınaq hazırlamalıyam. Sınağım yarımçıqdır. Elə sizin dərslər başlayana qədər bu dərsdən dərhal sonra mən sınağı tamamlayacağam. Sonra demək Arzu müəllimədən nəyi soruşaq? Bizə desin parçadan nəyimiz qalıb, hardan nə qalıb, aralıq yekunu soruşmuşuq, temperaturları soruşduq. Birdən sizə deyir ki, deyirəm ki, Nuray ütüdən işləyirdi. Bu zaman ütünün şnuru yapışdı, ütünün altına şnuru yandı. Bu hansı mərhələdədir? O iş zamanı təhlükələrdir. Aysan, iş zamanı təhlükədir, bəli. Bəs yaxşı, deyirəm ki, tutaq ki, ütünün altının təmiz olub olmadığını yoxla, hansı mərhələdir? O işə başlamazdan əvvəldir. İşə başlamazdan əvvəl. Bəs yaxşı. Birdən sizə deyəcək ki, Nuray. Ütünün, belə deyim də, sualı belə qoyacağam. Ütünün su püskürdənindən, nə bilim, buxar düyməsindən istifadə edir. Hansı mərhələdir? İş zamanı. Aysan, heç yerdə yoxdur belə suallar. Hal-hazırda reklamlar gedir. Doğrudur, iş zamanıdır. Bəs yaxşı. O mövzuda başqa nə var idi? O mövzuda bir də tutqaç hazırlayırdıq. Ürəklər göylərə qalxıb. Təşəkkür edirəm. Tutqaç hazırlayırdıq, düzdürmü? Tutqacın hazırlanmasında hansı alət ləvazimatlar, neçə cür parça lazım idi? Orada iki cür parça lazım idi. İki rəngdə daha doğrusu parça lazım idi. Belə də ki, iynə idi, sabun və ya təbaşirdən istifadə edirdilər. Qayçıdan idi, kardon idi, metrə idi, karandaş idi. Astar parçası, sonra araqat materialları var idi. Bəli, doğrudur. Tutqac üçün ən ideal ölçü neçə ölçü idi? 22-nin 22. 22-nin 22-dir, bəli, doğrudur. Bəs mənə deyin görüm, hardan deyin, o mövzudan da soruşmuşuq. Başqa nə? Muncuqdan sizdən soruşdum, çətinliyiniz yoxdur muncuq mövzusunda? Yox. Yoxdursa, lap gözəl. Bəs sizə deyir ki, o sualı verməyəcəm, o sualı mənim sınağımda var, axşam görəcəksiniz. Axşam yenə ki, birazdan sizə sınaqları göndərəcəm elə sizin qrupa. O sualı versəm sınaqda var, onu vermirəm. O birisi sualda sınağa salmışam. Görüm indi orada kim yaza biləcək. Sınaqlar sizin öz sınaqlarınız olacaq, mənim axşam atdıqlarım. Bəli. Öz sınaqlarımı göndərəcəm. Sizə 5-ci sinifdən sınaqlar göndərəcəm birazdan. Belə Arzu müəllimə, bu qədər bəs eləyər. Yaxşıdır vəziyyətiniz. Çox sağ olun. Siz də sağ olun. Belə müəllimlər, demək, material qrupumuzla bu günləri 5-ci sinifi yekunlaşdırdıq. Son olaraq deyim ki, maşallah, indi neçə müəllimlər sual cavab elədik.
Demək olar ki, yaxşıdır vəziyyətiniz. Canlıya görə təşəkkür edirəm. Çox sağ olun. Yəni canlımızı bəyənin zəhmət olmasa, yoxsa gələn dəfə canlımız qarşınıza çıxmayacaq. İnternetiniz gedəcək, bizi izləyə bilməyəcəksiniz. Heç yerdə yoxdur. Qat açılmamış sözlərdir. Demək, material qrupumuzdan bu qədər bu günlük. Çünki 5-i bitirdiniz. İndi birazdan sizə 5-ci sinifin sınaqlarını göndərirəm. Hamı işləsin və sualları da diqqətlə oxuyun. İndi özünüz bizim sınaqlarımız haqqında az çox bilirsiniz. Sualı sona qədər oxuyun və variantları da sona qədər oxuyun ki, sonra nəticəniz aşağı düşəndə ruhdan düşməyəsiniz. Ondan sonra sınaqları bitirin. Axşam mən sizə altının materiallarını göndərim. Çünki sınaqları ilə işləyib bitirənə siz ilə indi bir iş olacaq, bir gecə axşam işləyirəm. Axşam inşallah bir saat 10-11 civarında dərslərdən çıxaq. Həm ixtisas dərsim var, həm kurikulum dərsləri bitirim. Mən də sizə 6-cı sinif eyni mövzuların göndərim. Razılaşdıq müəllimlər. Belə, Bəli. yəni indi kimin də 5-dən əgər 1-2 mövzu bəzilərinizin qalıbsa, əgər test borcunuz verdiyim nələrdənsə, onlar da yavaş-yavaş təhvil verin. 6-ya keçəndə bəzi müəllimlər utanır 5-in testini göndərir. Mən müəllimə deyəcək ki, 5 işləməyib, eybi yox, göndərin. Əsas odur ki, işləyin müəllimlər. Yaxşı, yenə də deyirəm, material qrupu olmağınıza baxmayaraq sizi əlavə dərslərə də qoşacağam. İndi inşallah yavaş-yavaş texnologiyadan əlavə dərslərimiz başlayacaq. Hələ ki, kurikulumla başlamışıq əlavə dərslərə, sonra texnologiyadan başlayacağam. Və əlavə dərslərdə sizlər də sual-cavab olunacaqsınız. Digər qrupun müəllimləri kimi, yəni baxmayaraq ki, material qrupusunuz deyə, yəni gözdən kənardan qalmayacaqsınız. Təbii ki, hər il mən material qrupu müəllimlərində əlavə dərslərdə sual-cavab edirəm. Sonra 6-cı sinifi verəcəm sizə, bitirəcəyik testləri və s. Ondan sonra yenə də oradan da canlı açacağıq. Bax, bugünkü dərs kimi. 6-nın proqramını bitirən kimi sizə yenə bir əlavə dərs alacağım canlı, görüm altdan vəziyyətini. 6-nı yoxlayacaq, sonra keçəcək 7-yə. Yəni Mənim material 6-yı neçə dəfəyə bitər? 3 dəfəyə bitirərdim görəsən. 6 biraz xırdalığı çoxdur deyə. İndi baxacam vəziyyətə, yaxşı. Yəni indi proqramıma baxacam, çünki sizin üçün də mən indi 5-i bu gün bitiririk. İndi proqramı sizin üçün böləcəm ki, digər sinifləri nə vaxta bitirək, nə edək imtahana qədər də, yaxşımı? Müəllim Belə, dediniz 5-ci gün miqçilər üçün ayrıca dərs açacağam. bəli. Onda neçənci sinifin sual-cavabı Sabah olacaq? miqçilər üçün 5-ci sinifi xırdalığa qədər gedəcəyik. 5-ci sinifi. Miqçilərin görün vəziyyəti necədir. Sonra gedəcəyik, nə bilim, 6-cı sinifə, sonra 7, sonra belə. Çox sağ olun, mükəmməlsiz, məsuliyyətli müəllimsiz. Nüşabə müəllimə yazdı deyə, Nüşabə müəllimə, siz bizim material qrupumuzda olan Nüşabə müəllimə, sizə düzdürmü? Siz istə yatırdınız, mən istə burada dedimi, vururam üzərinə, sizi qəbul eləmədi. Yəni indi gördüm ki, YouTube-a keçmişsiniz, amma kaydı göndərəcəm, qrupunuza izləyərsiniz, yaxşı. Çox sağ olun, müəllimə təşəkkür edirəm. Siz də sağ olun, sizlər də yorulmayasınız dərs oxumaqda. Bu hansı qrup idi? Material qrupumuz idi, müəllimlər. Bir də ki, sabahları miqçilərə. İndi mən hələ elan paylaşmamışam, paylaşacağam. Yaxşı, qrup hansı qrupumdasınızsa fərq eləmir. İstər canlı Zoom qrupum, istər material qrupum. Yalnız MİQ-ə gedənlər, həm MİQ-ə, həm sertifikasiyaya gedənlərə aid deyil bu elanım. Yalnız MİQ-ə gedənlər üçün 5-ci gün əlavə dərsimiz olacaq. Görün miqçilərin vəziyyəti necədir. Çünki bəzi miqçilərimizin də vəziyyətini olsa bilirəm. MİQ-ə də xırdalığa qədər suallar düşür, bilirsiniz. İndi mən elan paylaşacağam. Biraz indi dərslərimiz var, testlərimiz var. Onları yoluna qoyun bugün. Yəqin ki, axşama elan paylaşacağam. Miqçilər mənə yazacaq bir dənə plus. Ondan sonra yenə xahiş edirəm. Yalnız MİQ-ə gedənlər yazsın. Yaxşı. Yəni həm MİQ-ə, həm sertifikasiyaya gedəcəm. Yox, onlara sonradan qayda göndərəcəm. Çünki mən miqçiləri 5-ci gün çarmıxa çəkəcəm. O deyir, dərlərin soyacağıq. Dərlərin soyacağıq ki, görə necədir vəziyyət. Çünki MİQ-in məsuliyyətini bilirsiniz, müəllimlər. MİQ-in vəziyyətini bilirsiniz ki, nə dərəcə xırdalığa qədər suallar düşür. İndi mən miqçilər üçün nə edəcəm 5-ci gün, onu demirəm indidən. Amma hamıya demişəm ki, gedin kitabı xırdalığa qədər təkrarlayın, gəlin. İndi sertifikasiya üçün hardasa başa düşmək olar. Onda o kaydı materialı, bəli, göndərəcəm. Həmin kaydı həm material qrupumuza, həm digər qrupların hamısına göndərəcəm. Amma dərsdə yalnız miqçilər olacaq. Sertifikasiya müəllimlərimiz olmayacaq. Çünki sertifikasiya müəllimlərimiz üçün sabah əlavə dərs almışam. Onlar üçün də sertifikasiya dəstək qrupu açmışam. Yəni tam təmənnasız, yəni hansı müəllimlərin ki, vəziyyəti biraz zəifdir və s. Yəni hansı müəllimlərdən ki, narahatam, o sırf o müəllimləri seçib əlavə edin. Düzdür, 1-2 müəllim var ki, indi onlar da deyəcək ki, ay müəllimə mən də o qrupdayım, onda mən də vəzifəm. Bir də ruh düşkünlüyü yaşamayın. Sadəcə mən sizə indidən sertifikasiya müəllimlərinə də dəstək oluram ki, bu günlər heç kim gedib kəsilməsin. Mən istəmirəm ki, mənim qrupumdan hər hansı bir sertifikasiya müəllimi kəsilsin. Amma bunu da etiraf eləyirəm ki, bəzi sertifikasiya müəllimlərimiz dərslərə məsuliyyətli yanaşmır. Göndərdiyim materialların çoxuna baxmır, birinə baxır, birinə baxmır, testin birini işləyir, birini işləmir. Əgər bu gün səhər o müəllimə mən dəstək qrupu da açmışam. Dərslərimizdən əlavə dəstək qrupu açıb o müəllimləri əlavə eləmişəm. Yenə də əgər oxumazlarsa, gedib kəsilərlərsə, yəni artıq mənim əlimdən gələcəyim bir şey yoxdur. Amma mən sizə indidən kömək əlimi uzadıram, o sertifikasiya müəllimlərimizə buradan da işləyirlər mənim.
Mən sizə indidən dəstək əlimi uzadıram ki, gəlin, oxuyun, göndərdiyim materiallara baxın. Sizə əlavə də dərs salıram 5-ci sinifdən. Daha mən yəni nə bilim başqa nə edə bilərəm ki? Yox, əgər hansısa müəllim konkret deyirsə ki, yox, yox, mənim vaxtım yoxdur, məktəbdə dərs saatım bəziləri deyir, çoxdur, vaxt çatdıra bilmirəm, nə edə bilmirəm. Onda söz gələnlər o saatınızdan olacaqsınız da müəllimlər. Bu yaxşıdır, yoxsa indidən biraz bir neçə ay əziyyət çəkmək. Bəzi müəllimlərimiz var, miqçilər də sertifikasiyadır. Elə qoy buradan deyim. Biraz da ailəsini, biraz da sizi danlayaq ki, özümüzə gələk də belə deyim müəllimlər. Deməli, bəzi müəllimlərimiz öz komfort alanından qırağa çıxmaq istəmirlər. Nəyə deyirəm? Nə bilim, öz istirahətlərindən geri qalmaq istəmirlər, öz yuxu saatlarından geri qalmaq istəmirlər, nə bilim, öz gəzməklərindən, tozmaqlarından belə deyim, geri qalmaq istəmirlər. Amma müəyyən qədər bunları heç olmasa geri planda qoyun, dərsi önə çəkin. Bir neçə ayımız qalıb. Bir neçə ayda dişinizi sıxın, istədiyiniz nəticə əldə edin. Kim miqə gedirsə miqçilər, kim istəyirsə sertifikasiya müəllim. Bir neçə ay özünüzü biraz da dişinizi sıxın. Ondan sonra gedin istəsə da kitabları koyun qırağa. Nə işiniz varsa indi ondan sonra inşallah gedin gəzin, vaxtında yatın, durun. Hamı istəyir vaxtına yatıb dursun müəllimlər. Hamı istəyir bunu. Amma hamı məqsədi üçün çalışır. Elə deyilmi? Hamı məqsədi üçün çalışır. Yox, indi əgər kimsə gedib yüksək nəticə yığandan sonra deyəcəksiniz ki, filan kəs keçdi, mən qaldım, bu keçdi, mən qaldım. Deməli, o müəllim dərs oxuyanda sən öz istirahətini pozmurdun, gedib rahat yatırdın. Düzdürmü? Allah razı olsun, can qoyursunuz. Siz çox sağ olun müəllimlər. Və yəni mən əlimdən gələni eləyirəm də. İndi özünüz də görürsünüz. Mən o vicdan borcumu artıqlamasına yerinə yetirirəm. Aldığım ödənişin qat-qat əvəzini verməyə çalışıram. Düşünürəm ki, verirəm də. Amma indi kimlər nə qədər yararlanır, halal xoş olsun. Yox, kimlər də ki, yenə deyirəm, qətiyyətlidir ki, əşi, mən bu dərsi bugün oxuyaram, sabah oxuyaram, heç nə. Bir də görəcəksiniz ki, imtahan vaxtı gəldi, çatdı. Hamıya aiddir sözüm. Həm material, həm Zoom qrupumuz, həm ödənişsiz qrupun müəllimləri olsun. Hamı əziyyət çəkir. Heç kim tək öz müdavimlərimi aid eləmirəm ki, kimin nə zəhməti varsa Allah da onun qarşılığını verəcək. Ona görə vaxtında oxuyun ki, imtahan qapını döyəndə, qeydiyyat başlayanda, imtahanın vaxtı çıxanda, bax sizə indidən bunlar deyirəm. İmtahanın vaxtı çıxanda düşürsünüz əl-ayağa. Çox müəllimlər. Ay bunu oxuyum, onu oxuyum, bir də görsən ki, artıq imtahana getməlisən. Ona görə biraz indidən zəhmət çəkim, sonradan asan olsun. Salam müəllimə, çox sağ olun. Siz əlinizdən gələn edirsə, Allah razı olsun. Çox sağ olun. Gəldi bizi də qoşun, dönə-dönə təkrar edək. Hara gəldi bizi də qoşun. Sizi çox sevirəm. Çox sağ olun müəllimlər. Belə. Bu qədər müəllimlər. Başqa Çox sözünüz, sağ olun. sualınız Allah razı olsun. Minnətdarıq. cümləmizdən. Material qrupumuzun müəllimləri, başqa kimisə söz sualı varsa buyursun. Susmaq razılıq əlamətidir. Susmaq razılıq. O zaman çıxırıq çölə. Hamılıqla. Sağ olun özünüzə. Yaxşı baxın. Birazdan sizin qrupunuza testləri göndərirəm. Yaxşı müəllimlər. Sağ olun Belə. müəllimlər, çox sağ olun. Çox Sizlər sağ də, olun müəllimə. sizlər də sağ olun, var olun. Belə, YouTube müəllimlərimiz sizlər də sağ olun. Ekranımızı like eləyin, sonra siz də çıxın çölə. Ki, gələn dəfə sizə də canlı açım yenə. Sağ olun müəllimlər. Sağ olun, Deməli, çox sağ olun. siz də sağ olun. Aha, dərsimizi də yaddaşa vuraq, sonra göndərəcəm sizlərə. Kaydı göndərəcəm sizlərə. Kaydı durdur. Yaxşı.